Hər birinizi növbəti videomuzda salamlayıram. Artıq biz sizlərlə Avropa qədim dövrlərdə mövzusunu, yəni başlığı adı altında olan mövzularını sonlandırdıq. Sonuncu mövzumuz da Roma idi. Artıq sizlərlə yenidən Azərbaycan tarixinin mövzusuna, yəni mövzularına başlayırıq. Elə qarışıq formada gedir əsasən. İndi başlayaq mövzumuza. Mövzumuz da ki, şagirdlərin əksərən çətinlik çəkdiyi 3 mövzudan biridir ki, hansı mövzulardır? Yunanistandır, Romadır, bir də ki, Azərbaycan 3-7-ci əsrin birinci yarısında olan mövzudur. Elə vaxt itirmədən sizinlə başlayaq bu mövzunun izahına. Mövzunun izahında birinci sualda bizə deyilir ki, Sasanilərin hakimiyyəti dövründə mövcud olan əsas vergilər. Təbii ki, burada xaraq və gecit vergisidir. Ki, niyə? Çünki həmin Sasanilərin vaxtında xaraq vergisi məhsul vergisi idi. Gecit vergisi isə can vergisi hesab olunurdu. Cavab da A variantıdır. Burada xərac ərəblərin zamanındadır. Çobanbəy çox sonralar olacaq. Malcəhət o da ərəblərin zamanından başlayacaq, çox sonra olacaq. Həmçinin D variantı da elə. İkinci sual. Sasani imperiyası və Ərəb xilafəti dövründə mövcud olan şərti torpaq sahibliyi müvafiq olaraq adlanırdı. Müvafiq olaraq deyirsə, ardı-ardıcıl deyir. Şərti torpaq deyirsə də, xidmət müqabilində verilən torpaqdır. Sasanilərdə şərti torpaq adlanırdı xostaq. Ərəblərdə isə iqta adlanırdı şərti torpaq. Cavab da A variantıdır. Vəqif torpaqlar dini idarələrə məxsus idi. Dastakert Sasanilərin zamanında feodalların şəxsi torpağı idi. Sonra B-də mülk ərəblərin zamanında feodalların şəxsi torpağı idi. D-də ki, soyurqal, ağqoyunlu, qaraqoyunluların zamanında feodalların şəxsi torpağı olacaq. Sonra üçüncü sual. Sasanilərin hakimiyyəti dövründə Azərbaycanda feodallara məxsus irsi torpaq sahibliyi adlanırdı. Dastakert cavab B variantıdır. Vəqif ərəblərin zamanındadır, dini idarələrə məxsusdur. İqta ərəblərin zamanında şərti verilir. Divan ərəblərin zamanında dövlətə məxsusdur. Xostaq da Sasanilərin zamanında şərti torpaq idi. Dördüncü sual. 6-cı əsrin ortalarında Albaniyanı idarə edirdilər. 6-cı əsrin ortaları yəni düşür təxminən 650-ci illərə. 650-ci illər deyirsə, bu zamanda Albaniyada o vaxtda hakimiyyətə 629-cu ildə hakimiyyətə, daha doğrusu 630-da hakimiyyətə Mehranilər gəldi və 6-cı əsr deyir, 530-cu illər, 540-550-ci illərdə Albaniyanı idarə edən Sasani mərzbanlarıdır. Çünki biz bilirik ki, 510-dan 629-cu ilə qədər Sasanilərin ikinci mərzbanlıq dövrüdür. Elə 6-cı əsrin ortaları da elə mərzbanlıq dövrünə düşür. Cavab C variantıdır. Sonra 5-ci sual. Sasanilər tərəfindən hakimiyyətinə son qoyulan sülalə Abbasilər deyil, Ərəb sülaləsidir, Əhəmənilər xeyr, Mehranilər, ərəblər son qoyub Mehranilərə, Seleviklər deyil, Parfiya arşakiləridir. Parfiya arşakilərin də sonunu Sasanilə gətirdi. Sonuncu hökmdarı 3-cü Mömin Vaçaqan olmuşdu. 510-cu ildə o da hakimiyyətdən salındı və böyük mərzbanlıq başladı. Sonra isə Girdiman sülaləsi gəldi hakimiyyətə, yəni Mehranilər. 6-cı sual. Məzdəkilər hərəkatına aiddir. 6-cı əsrin sonlarında yatırılması. Bunu əvvəlcə qeyd edib, Məzdəkilər hərəkatı 481-529-cu illərə əhatə eləmişdir. 6-cı əsrin sonlarında yatırılması yanlışdır. Xürrəmlərin ideya davamçısı Xeyr, Mani'nin ideya davamçısı olub. Xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edirdi. Xeyr əksinə inanırdı. 5-ci əsrin 80-ci illərində başlanması, bəli, 481-ci ildə başlamışdı. Qalib gələrək Sasani hakimiyyətinə son qoya bilmədi. 7.
Məzdəkli hərəkatına aiddir. Əmlak bərabərliyi yaratmaq ideyasının irəli sürülməsi, bəli, cavab da elə budur. Azərbaycan istiqlaliyyətini bərpa etmə xeyr, Azərbaycan uğrunda getmirdi. Ərəblərə qarşı getmirdi, Sasanilərə qarşı idi. 5-ci əsrin birinci yarısında başlamışdı, xeyr, ikinci yarısında idi. Yüksək zümrələrin mənafeyini müdafiə etmirdi. 8. Sasani şahı 1-ci Qubadın məzdəkiləri himayə etməkdə məqsədi onlardan istifadə edib hakimiyyətini möhkəmləndirmək idi. Xristianlığın məzdəkilər vasitəsilə gözdən salmaq, xeyr. Zərdüştliyin məzdəkilərin əli ilə sıxışdırmaq, xeyr. Mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara qalib gəlmək üçün, bəli, cavab da C variantıdır 8-də. Xəzər söhbəti o vaxtda hələ yox idi, şimal tayfalarına hücumlar o vaxtı hələ yox idi. 9-cu sual. Daha əvvəl olmuşdur. Deməli, Dizirav döyüşü baş verib 371-ci ildə. Məzdəkli hərəkatının başlanması 481. Mehranə sonrasının hakimiyyətin son qoyulması 705. Birinci Bələncər döyüşü 643. Amid döyüşü də ki 359. Daha əvvəl olan hadisə də ki burada gedir. Y variantı Amid döyüşü. Daha əvvəl baş vermişdir. Məzdəki hərəkatının başlanması 481. Mehranilər sonrasının hakimiyyətin son qoyulması 705. Sasan dövlətinin əsasının qoyulması 226. Dizirav döyüşünün baş verməsi 371. Urnayırın hakimiyyətə gəlməsi. Urnayırın hakimiyyətini biz təxminən götürə bilərik. 310. Beləncə. Təxmini o illərdir. Daha əvvəl baş vermişdirsə, Sasani dövlətinin yaranması C variantı doğru cavabdır. 11. 3-cü əsrin birinci yarısında Atropatena Albaniyadan fərqli olaraq, Atropatena artıq burada dövlət deyil, ərazi olaraq deyir. Romanın Selevkilər üzərində qələbəsi nəticəsində yenidən müstəqil oldu. O eradan əvvəl idi. Roma imperiyası ilə sıx münasibətlər, xeyr, o 2-ci əsrdə idi, amma həm də ki Albaniya idi o. Sasanilərin tərkibinə daxil, Sasanilər dövlətinin tərkibinə qatıldı. Hər ikisi onsuz qatılmışdı həmin vaxtda. Bir dəqiqə, Sasani dövlətinin tərkibinə qatıldı. Birinci yarısında deyirsə, bəli, Atropatena Sasanilərin tərkibinə qatıldı. Dövlət olaraq yox, ərazi olaraq. 227-də. 262-də isə Albaniya qatılmışdı. Yəni, birinci yarısında Sasanilər olub. C variantı doğrudur. Əhəməni imperiyası o vaxtda yox idi. Xristianlığı rəsmi din kimi qəbul etmişdi. Albaniya idi. Sonra, o həm də ki, o 4-cü əsr idi xristianlığın qəbulu. 12. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlıq. Selevik söhbəti yox idi o vaxtı. Bizans imperiyasına qarşı mübarizə aparılması, xeyr. Ümumiyyətlə, Atropatena həmin vaxtı Bizansla mübarizə aparmırdı. Bizans o vaxtı yox idi. Xəzərlərin yürüyüşünə məruz qalması, xeyr. Bu vaxtda Xəzərlər yox idi. Qavqamela döyüşündə İskəndərə qarşı döyüşdə iştirak etmələri, xeyr, bu dövlətlərə aid deyil. Sasani dövlət tərəfindən işğal edilməsi, bəli. Qavqamela döyüşü də ki, eramızdan əvvəl 331-də olub. O, ümumiyyətlə, eramızdan əvvəldir. 13. 8-ci əsrin əvvəllərində Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Daxili müstəqilliyin ləğvi söhbət 705-ci ildən gedir. Abbasilərin həyatı hələ o vaxt Abbasilər gəlmişdi hakimiyyətə. Amma bu deyildi. Sonra Xəzərlər tərəfindən hücuma hələ o vaxt yox idi. Xəzərlər söhbət daxili müstəqilliyin ləğvi gedir. Cavanşirin Ərəblər tərəfindən edamından sonra xeyr. Mehranə sonrasının hakimiyyətinə son qoyulması nəticəsində bəli. 13-də cavab deyildi. 705-də sonuncu Mehranə sülaləsinin hökmdarı Cavanşirin oğlu Varas Tridat edam olunur. Onunla da Mehranilər hakimiyyətdən gedir. Xürrəmlər hərəkatının yatırılması, xeyr, Xürrəmlər hələ sonra olacaq. Aquyen kilsə məclisinə aiddir.
Aqoin Kilsə Məclisində nə istəyir? Xristianlıq dininə aid qanunlardır, bəli. 3-cü Vaçaqanın Albaniyada hakimiyyətə gəlməsi, xeyr, yəni bu əlaqəsi yoxdur. Müstəqil Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək məqsədi ilə çağırılmışdı. Bütpərəstlərin toxunulmazlığına dair qərar qəbul edilməmişdi. 1-3 doğru cavabdır, bu da Y-dir. Məzdəki təliminin əsas ideyası dünya nemətlərindən imtina eləmək, xeyr, ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi, Ə. Yəni 1Ə ədalətli cəmiyyət, 1Ə əmlak bərabərliyi. 16. Sasani dövlətinin Bizansda 629-cu ildə bağladığı müqaviləyə görə Atropatena Bizansa qaytarıldı, xeyr, Sasaniyada qaldı. Albaniya Sasaniyanın təsir dairəsində qaldı, bəli. Kür sahilində məskunlaşmış Sibir və Alanlar Bizansın hakimiyyəti altına keçdi, belə bir şey görmürük. Türk xalqlarına qarşı hərbi ittifaq yaradılmadı. Albaniyanın Kotov və Utu vilayətləri Bizansa verilmədi. Ümumiyyətlə, Albaniyadan Bizansa torpaq verilməmişdi həmin vaxtı. 17. Albaniya Dizrav vuruşmasında itirdiyi torpaqları geri qaytardı. Bələncə vuruşmasından sonra xeyr. Roma və Sasani arasında bağlanmış müqavilə əsasən, bəli, hansı müqavilədir? 629-dakı müqaviləndir. 629-dakı müqavilə xeyr, 387-dəki müqavilədir bu. 387-də olan müqaviləni nəzərdə tutur. 387-də Sasanilərlə Bizans arasında müqavilə imzalandı. Həmin müqavilə, Sasani yox, daha doğrusu Roma ilə Bizans arasında müqavilə imzalandı. Həmin müqavilədən sonra da Dizrav döyüşündə Otis, Akaşeni, Girdiman, Kot vilayətlərini Albaniya itirmişdi, onu geri qaytardı. Cavabı B variantı, 17-də. 18. Uyğunluğu istəyir. Cavanşirin hakimiyyəti dövründə Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Bəli, cavab da elə budur. 262-ci ildə Sasani dövləti yaranmışdı, 226-cı ildə idi. 529-cu ildə Məzdəkilər hərəkatı xeyr 481-də başlayıb. 2-ci Vaçenin dövründə Albaniya ərəblərdən xeyr Sasanilərdən. 598-ci ildə Aqoin Kilsə Məclisi xeyr, Aqoin Kilsə Məclisi 488-də çağırılıb. 19-cu sual. Uyğunluğu istəyir. Atropatena Sasanilər dövlətinin tərkibinə daxil edildi. 3-cü əsrin 2-ci rübündə, 3-cü əsrin 2-ci rübü Atropatena daxil edilib 227-ci ildə. Elə 3-cü əsrin 2-ci rübüdür. Niyə? Çünki 1 rüb 25 ildir. 2-ci rübü isə 25-dən 50-yə qədərdir. Bu da 27 də 25-dən 50-yə qədər olan aralığa düşür. Buna görə də 19-da A doğru cavabdır. Şirvan hakimi Şəhriyarla sülh müqaviləsi bağladı, Xəzərlər xeyr. Atropatena Bizansın hakimiyyəti altında qaldı, ümumiyyətlə qalmayıb. Albaniyanın daxili müstəqilliyinə son qoydu 3-cü Mömin Vaçaqan, xeyr. Albaniya daxili müstəqilliyinə ərəblər son qoyub. Ərəblərdən də əvvəl Sasanilər son qoyub. 6-cı əsrdə Albaniyada keçirilmişdir Aqoin Kilsə Məclisi, xeyr, 5-ci əsrdə keçirilib. 20. Uyğunluq gözlənilmişdir. Paktakaran vilayəti Atropatena tərkibində idi, xeyr, Albaniya tərkibində idi. 4-cü əsrin sonlarında Albaniyanı idarə etmişdir Sasani mərzbanları, xeyr. 7-ci əsrin sonlarında Albaniyada hakimiyyətə gəlmişdir Mehranə sülaləsi. Mehranə sülaləsi 650-lərdə gəlib hakimiyyətə, yəni 7-ci əsrin ortalarında gəliblər hakimiyyətə. Daha doğrusu 630-larda. 7-ci əsrin ortalarına yaxın. Yanlışdır. Albaniya 3-cü əsrin 2-ci yarısında daxil edilmişdir Sasani dövlətinin tərkibinə. Bəli, 262-ni nəzərdə tutur. Cavab da D variantıdır. 3-cü əsrin 70-ci illərində baş vermişdir Dizrav döyüşü, xeyr. 3-cü əsrin 70-ci illərində baş vermişdir Dizrav döyüşü, xeyr, 4-cü əsrin 70-ci illərində idi. Sonra
21. 5-ci əsrdə Albaniyaya hücum etmişdir. Yəni 400-lərdə Albaniyaya kimlər hücum ediblər? Slavyanlar etməyiblər. Serbiklər etməyiblər. Qərbi Roma vaxtı yox idi. Ərəblər də ki, hələ o vaxtda yox idi. Haylandır Hunlarıdır. 463-cü ildə gəlmişdilər. Bax, həmin Hunlardır. İkinci Vaçen taxtdan salmaq üçün Sasanilərlə razılaşmışdılar. Daha doğrusu Sasanilər onlarla razılaşmışdı. 22. 3-cü əsrin 20-ci illərində Albaniya Atropatenadan fərqli olaraq söhbət gedir 227-dən gedəcək hər halda. Xəzər xaqanlığından asılı vəziyyətə düşdü, xeyr. Sasan dövlətinin tərkibinə daxil olmuşdu, xeyr. Albaniyanı istəyir fərqli cəhətdən. Zərdüştliyi rəsmi dövlət dini kimi, xeyr. Xristianlığı rəsmi dövlət dini kimi qəbul etmişdir, xeyr. Daxili müstəqilliyini qoruyub saxlamışdır, bəli. Cavab da elə budur. Çünki hələ bu vaxtı Albaniya öz daxili müstəqilliyini qoruyub saxlaya bilirdi. 23-cü sual. Atropatenanın eramızdan əvvəl 227 soruşacaq. Albaniyadakı 3-cü əsrin 60-cı illəri 262-ci ili soruşacaq hər halda. Tarixinə aid oxşar cəhət. Sasani dövlətin tərkibinə daxil edilmələri cavab Y variantı. 24. Dizrav döyüşünün nəticəsi 2-ci Şapurun başçılıq etdiyi Sasani qoşunlarının qalib gəlməsi, xeyr, məğlub oldular. Sasani qoşunları məğlubiyyətə uğradı, bəli, cavab da elə B variantıdır. Roma ordusu məğlub olmadı, qalib gəldi. Xilafət hələ o vaxtı yox idi. Uğruna ayrım başçılıq etdiyi Alban qoşunları 2-ci Şapurun köməyi ilə qalib gəlmədilər. Məzdəkilər dinc yolla ədalətli cəmiyyətin qurulmasına inanırdılar. Xeyr, Məzdəkilər mübarizə yolunu seçmişdilər. Xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar etmirdilər. Əmlakin varlıqdan alınıb yoxsullara verilməsini istəmirdilər. Xeyr, yox idi, tərsi idi. Mübarizənin son ayında xeyrin şər üzərində qələbəsinə inanırdılar. Son anında daha doğrusu xeyrin şər üzərində qələbəsinə, bəli, cavab da D variantıdır. Mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasının mümkünlüyünü inkar edirdilər, xeyr, əksinə qəbul edirdilər. 26. Albaniya və Sasani dövlətləri üçün ümumi cəhəti bizdən istəyir. Xəzərlər tərəfindən süquta uğradılmayıblar. Eyni əsrdə mövcudluqlarına son qoyulmayıb. Sasanilər 7-ci əsrdə, Albaniya 8-ci əsr. Qəbələ paytaxt şəhəri Albaniyada olub. Əməvilər sülaləsi tərəfindən süquta uğradılmaları, xeyr, bu da deyil. Çünki Albaniya Abbasilər tərəfindən süquta uğradılıb. Ərəblər tərəfindən süquta uğradılmaları, bəli, cavab da budur. 651 Sasanilər, Albaniya isə 705, hər ikisinə ərəblər süquta uğradıb. 27. Nəqşi Rüstəmdəki Məhəbbətin divarındakı yazı sübut edir. Albaniyanın Sasani dövlətin tərkibinə daxil olduğunu sübut edir. Hökmdarın adından pul, xeyr. Xristianlığın yayılması, xeyr. Atropatena dövlətinin ləğvi, xeyr. Albaniyanın Sasani dövlətin tərkibinə daxil olması, bəli. Albaniyada yerli tayfaların hökmlənməsi, xeyr. Bu Məhəbbətin divarında Sasanilərin tərkibinə daxil olan dövlətlərin adları yazılmışdı. Albaniyanın adı orada olub. 28-ci sualda Sasani şahı 2-ci Yezdəgirdin ölümündən sonra 2-ci Vaçe Albaniyanın daxili siyasətində dəyişiklik edərək neynədi? Xristianlığın qadağan edilməsi haqqında fərman verdi, xeyr, əksinə təbliğ eləməyə başladı. Həm xristianlığı, həm də zərdüştliyi qanundan kənar elan etmədi, xeyr. Albaniyanın idarəçiliyinə kahinləri tapşırdı, xeyr. Atəşpərəstlik dinindən imtina elədi, bəli. Xristianlığı qəbul etdiyini elan elədi. Mərzbanlığa bölmədi. Cavab D variantıdır. Sonra 29. Albaniya hökmdarı 3-cü Mömin Vaçaqanın dini siyasətinin mahiyyəti.
Xristian dininin fəal təbliği və dinə aid qanunların qəbul edilməsi, bəli. Aguyen kilsə məclisi də elə buna görə çağırılmışdı. Dizrav döyüşündən sonra Albaniyanın itirdiyi vilayət, burada 4-dür cavab. Kolt vilayəti, bax, Kolt vilayəti, bax, elə buradadır, yəni 4-dədir. İndi mənim ruçkam biraz xəritəni böyüdüm. Kolt vilayəti buradadır. Yəni, cavab da budur. 31. Dizrav döyüşündən sonra Albaniyanın itirdiyi vilayət, bax, elə 1 də bura gedəcək. Niyə? Çünki demişdik, Otis Akaşen, Girdman, Kolt vilayəti, bax, elə ikinci itirdiyi vilayət də 1-dir. Yəni, Kür çayından soldakı əraziləri Albaniya itirmişdi. Bax, baxın, Kür çayı buradadır, bax, görürsünüz də, yəni axır. Kür çayından soldakı əraziləri Albaniya itirmişdi. Otis Akaşen, Girdman, Kolt vilayətləri əsasən bu ərazilərdə idilər. Cavab da B variantıdır. Burada. Nə oldu bu? Niyə belə elədi? B variantı. Sonra 32. Məzdəkilər ədalətli cəmiyyətin qurulmasını mümkün hesab edirdilər mübarizə yolu ilə. 32 adı. 33. Albaniyanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il əvvəl Albaniya Sasani dövlətinin tərkibinə 262-də daxil edilib. Bundan da 35 çıxanda 227 Albaniya daxil edilmişdi. Atropatena daxil edilmişdi. Atropatena Sasani dövlətinin tərkibinə daxil edildi. Cavab da C variantı. 34. Arşaki sülaləsinin son nümayəndəsi olmuşdur. Aha. Albaniyada xristianlığı fəal təbliğ etmişdir. Aha. Söhbət 3-cü Mömin Vaçaqandan gedir. Xristianlığın təbliği də ki 488-dəki Aguyen kilsə məclisidir. Haylandur Hunlarına qarşı mübarizə aparmışdır. Ateşpərəstlik dinindən imtina etməsi də ki, bu da gedir 2-ci Vaçeyə. Mehranilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Ərəblərin Albaniya yürüyüşləri, daha doğrusu Azərbaycana yürüyüşləri, bəli, cavab da budur. Haylandur Hunlarında xeyr, Arşakilərdir. Məzdəkli hərəkatı bunlara aid deyil. Müsafirin başçılığı və üsyan bunlara aid deyil. Amid döyüşü də ki, Arşakilərin zamanındadır. 37. Mehranilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Kadisiya döyüşü, bəli, Kadisiya və Ktesifon döyüşləri hər ikisi bu Mehranlərin hakimiyyəti vaxtı baş verib. Sasani dövlətin yaranması Arşakilərdir. Xürrəmlər hərəkatını heç biri görməyib. Albaniyada xristianlığın yayılmağa başlanması Arşakilərdədir. Məzdəkilər hərəkatının başlanması da ki, bunlarda deyil. Sonra Məzdəkilər hərəkatının başlanması Arşakilərin vaxtındadır. Arşakilərdə də deyil, Arşakilərdən əvvəldir. Məzdəkilər hərəkatının başlanması Sasanilərin 1-ci mərzbanlıqlarına düşür. Yəni 463, 487-ci illərdə Sasanilərin 1-ci mərzbanlığı olmuşdu. 1-ci mərzbanlıq həmin vaxtda da Məzdəkilər başlanmışdı 481-də. Eyni əsrdə, eyni əsrə aiddir. Amid döyüşü 359. Sonra Dizrav döyüşü 371. Bəz döyüşü gedəcək 837. Bələncər döyüşü isə 643. Eyni əsrə aid olanlar da ki 1 ilə 3 olacaq. C variantı. Sonra 39-cu sual. Albaniya, Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlıq. Mehranə sonrası ələ vaxtı yox idi, ərəblər yox idi. Xarici işğala məruz qalmaları, bəli, Sasaniləri nəzərdə tutur burada. Məzdəklər hərəkatının başlanması, xeyr. Məzdəklər hərəkatı 5-də başlayıb. Paytaxtın köçürülməsi, xeyr. 40-cı sual. Albaniya dövlətinin 5-ci əsr tarixinə aid deyil.
Yeni Albaniyasının yaradılması bəli aiddir. Sasani hakimiyyətinə qarşı azadlıq mübarizəsinin baş verib. Söhbət 2-ci Vaçedən gedir. 457-463 Vaçenin üsyanı. Haylandur Hunları ilə mübarizə 463-də gəlmişdilər. 463-də. Müəyyən müddət Sasani mərzbanları tərəfindən bəli 463-dən 487-yə qədər kiçik mərzbanlıq. İlk xristianlıq icmasının yaranması da ki, bu 5-ci əsrdə deyil, 313-cü ildə xristianlıq rəsmi olaraq elan edildi. Hani müstəqil elan edildi Albaniyada, sərbəst yayıla bilərdi. Bu da düşür 4-cü əsrə. Cavab da Y variantı. 41-ci sualda deyilir ki, verilənlərin hər ikisinin aid olduğu Alban hökmdarı aşağıdakı sülaləsinə mənsub idi. Köhnə Alban əlifbası əsasında yeni Alban əlifbası yazmışdı. Bu əlifba söhbətini biz Asuagendə görürük. Yəni hökmdar Asuagendə. Digər hökmdarlar əlifba, təhsil və ya mədəniyyətlə bağlı bir gözə görünəcək iş görməyiblər. 42. Albaniya dövlətinin paytaxtı 5-ci əsrdə köçürülmüş Azərbaycan şəhəri. Burada təbii ki, cavab Bərdə şəhəri olacaq. Yəni 4. 4 Bərdədir. 5 Şəkidir. 3 Xaçmazdır. 1 təxminən Qazaka ətrafıdır. Yəni Qazaka yaxındır, dəqiq deyil. 2 də ki, Təbriz yaxınlığıdır. Dəqiq qoymayıblar. Cavab da C variantı doğrudur. 43. Sahibsiz torpaqlara hərbçilərə payladı. İnzibati islahat əsasında Sasani imperiyasını 4 canişinliyə böldü. Təbii ki, burada hökmdar Xosrov Anuşiravandan gedəcək. 1-ci Xosrov Anuşiravan, yəni Y variantı doğru cavabdır. 4 canişinli, yəni 4 kusluq deyirdilər. Azərbaycan da burada şimal kusluğuna daxil idi. 44. Azərbaycanın erkən feodalizm tarixinə aiddir. Atropatilər sülaləsinin hakimiyyətə gəlməsi. Xeyr. Erkən feodalizmdən əvvəl idi. Erkən feodalizm 3-5-ci əsrlərdir. Feodal torpaq sahibliyinin formu 3-5-ci adı 3-11-ci əsrlər. Feodal torpaq sahibliyinin formalaşması. Xeyr. Bir dəqiqə, bəli, bu da elə. Feodal torpaq sahibliyi ilə həmin dövrdə formalaşıb. Alanların yürüyüşü ondan əvvəl idi. Kür döyüşündə Romalıların qalib gəlməsi əvvəl idi. Parfiya dövlətinin tərkibinə qatılması əvvəl idi. 45-ci sual. 4-cü əsrin əvvəllərində Albaniya Atropatenadan fərqli olaraq, yəni 300 misal üçün onlarda, yəni təxminən Albaniya Atropatenadan fərqli olaraq Məzdəklər hərəkatında iştirak etməmişdir. Xeyr, belə bir şey görmürük. Sasani dövlətinin tərkibinə daxil olmuşdur. Xeyr. Zərdüştliyi rəsmi dövlət dini kimi qəbul etmişdir. Xeyr. Xristianlıqdan rəsmən imtina etmişdir. 4-cü əsrin əvvəlləri deyil, o 460-lardır. Daxili müstəqilliyini qoruyub saxlamışdır. Bəli. Amma Atropatenada daxili müstəqilliyi qorunmamışdır. Cavab da Y variantıdır. 46. 5-ci əsrin sonlarında Albaniya Atropatenadan fərqli olaraq, yəni 490-lar deyir təxminən. Parfiya dövlətinin tərkibinə qatılması, o vaxtda Parfiya hələ yox idi. Daha doğrusu artıq yox idi. Xəzər xaqanlığı hələ o vaxtda yox idi. Xristian dininin dövlət səviyyəsində fəal təbliğ olunduğu ölkə idi. Bəli, cavab da budur. Söhbət 488, Aqoyan Kilsə Məclisi, ondan sonra xristianlığın təbliğatının güclənməsi, yəni xristianlığın təbliğ olunduğu dövr idi. Rəsmi dövlət dini kimi qəbul edilmişdi. Zərdüştlük xeyr, mani ideyaları xeyr, ondan əvvəl idi. 47. Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşarlığı.
Savalan və Hilatın oxşarlığı ərəblərlə Xəzərlər arasında baş verməsi idi. Savalanda ərəblər məğlub oldular, Hilatda qalib gəldilər. Xəzərlərin qarşısını kəsə bildilər. Dizrav və Kadisiya döyüşlərini bizdən istəyir. Hər ikisində oxşar cəhət. Hər ikisində Sasanilər məğlub olmuşdu. Alanların xeyr, Xəzərlərin qalib gəlməsi xeyr, Alban qoşunlarının iştirak etməsi, bəli, cavab da elə budur. Dizravda da, Kadisiyada da Sasanilərin yanında çıxış edirdilər. Sonra Amid və Dizrav döyüşlərinin oxşar cəhət, Alanların Albanlara kömək etməsi, xeyr, Sasanilərin qalib gəlməsi, Dizravda Sasanilər məğlub olmuşdular. Roma qoşunlarının qalib gəlməsi, xeyr, Amiddə Roma məğlub oldu. Sasanilər və Albanlar arasında baş vermişdir. Xeyr, Albanların Sasanilərin müttəfiqi olması, bəli. 50-ci sual, 7-ci əsrin 50-ci illər tarixinə aiddir. Yəni 650-ləri deyir təxminən. 650-lər gedirsə burada Cavanşirin Bizans İmperatoru 2-ci Konstantin ilə ittifaq qurması, bəli, 654-cü ildə idi bu. Cavab da elə A variantıdır. 3-cü Mömin Vaçaqanın bu 400 xristianlığı yaymaya çalışması Ağqoyun kilsə məclisi ilə 488. Babəkin bu 816 idi. Xürrəmlərin ərəblər üzərində ilk qələbəsi bu 829-dur. Müsafirin başçılığı ilə üsyanın baş verməsi, bu da ki, müsafirin üsyanı deyirsə, müsafirin üsyanı 748 idi. 748-752. 51-ci sual. 7-ci əsrin 60-cı illəri, yəni 660-ları bizdən istəyir. Ağqoyun kilsə məclisinin çağırılması 488-dir bu. Cavanşirin Dəməşqə gedib xəlifə Muaviyyə ilə görüşməsi 2 görüş olmuşdu. 667-də və 670-də. Elə 660-lar istəyirsə 667 cavab budur. Üzrlü sayın. Cavab da B variantıdır. Mehranə surəsinin əsasının qoyulması, xeyr, bu deyil. Çünki bu 630-lardır. 630 daha doğrusu. Xəzərlərin Albaniyaya ilk hücumu bu 629-dur. 29-30. Xürrəmlərin ərəblər üzərində ilk qələbəsi bu da 800-lərdir. Göstərilənlər hansı döyüşün nəticəsidir? Alban hökmdarının müttəfiqi olduğu Sasani qoşunları məğlub oldu. Sasani qoşunlarının məğlub olması, Alban hökmdarının məğlub oldu. Sasani qoşunları, Albaniya Otis-Akaşen Girdiman Kod, bu Dizrav döyüşündən söhbət gedir. 371-ci ildə olan döyüş. Cavab B variantıdır. Sonra 53. Daha əvvəl olmuşdur. Urnayrın Albaniyanın müstəqilliyini qoruma qurğunda mübarizə aparması, yəni 359-371 döyüşlərini deyir. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu ili deyir bu, 3-cü Mömin Vaçaqanın getməsi ilə. Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227-dir. Ağqoyun kilsə məclisinin çağırılması 588, 488 daha doğrusu. Sonra Cərmidan döyüşündə ərəblərin qələbə qazanması. Cərmidan döyüşü də olmuşdu 643-cü ildə. Daha əvvəl olmuş ən kiçik rəqəm burada C variantı olacaq. 54. Yenə daha əvvəl olmuşdur. Albaniyanın Sasanilərdən ilk dəfə azçı vəziyyətə düşməsi 262. Mehranə sülaləsinin hakimiyyətə gəlməsi 630. Xəzər Xəqanlığının ordularının Albaniya ərazisinə yürüyüşü 629.
Yox. Xəzər deyilməsi başqadır, Xəzər xaqanlığı başqadır. Xəzər xaqanlığının gəlişi 662 götürmək olar bunu. Cavanşirin Albaniya müstəqilliyini qorumaq uğrunda mübarizə aparması. 650-lər, 60-lar belə götürmək olar. 654 götürək. Qadisiyə döyüşü də ki 636. Ən gec burada cavab A variantıdır. Onsuz da elə bir illər verəcək ki, illər bir-birinə yaxın olsa belə onların arasında biri kəskin formada fərqlənəcək. 55. Uyğunluq pozulmuşdur. Albaniya ilk dəfə Sasanilərdən asılı vəziyyətə düşdü. Doğrudur. Yəni ilk dəfə deməklə siz çaşdırmasın. Onsuz bir dəfə düşüb Sasanilərdən asılı vəziyyətə. Albaniya Arşakilər ailəsinin hakimiyyətinə son qoyulmuşdur. 510. Dizrav döyüşü 471 yox, 371 olmalı idi. Cavab da C variantıdır. Urnar Sasan dövləti ilə müttəfiq Amid döyüşü Atropatena Sasanilərdən 227. Uyğunluq pozulmuşdur. Aqoyan kilsə məclisi çağırılmışdır. 5-ci əsrin ikinci yarısında. Aqoyan kilsə məclisi 488, bəli, 5-ci əsrin ikinci yarısına düşür. Albaniyada Mehranilərin hakimiyyət dövrü başlanmışdır. 7-ci əsrin 40-cı illəri, xeyr, 30-cu illərində başlayıb. Cavab da B variantıdır. Yəni 630-larda, 30-da başlayıb elə. Digərləri də ki, doğrudur. 57. Albaniyada Urnayrın hakimiyyət dövrünə aiddir. Sasani-Roma müharibəsində iştirak etməsi, bəli, elə cavab da budur. Amid və Dizrav döyüşləri. Dizrav döyüşündə Bizans ordusu tərəfindən məğlub edilməsi, xeyr, Bizans yox, Roma. Albaniyanın ərəblərin yürüyüşünə Urnay ərəbləri görməyib, Haylandur Hunlarını görməyib, ikinci Vasiya idi Haylandur Hunları. Qərbi Roma imperiyası ilə, xeyr, Roma imperiyası ilə müharibə aparıb. Həm də ki, hərbi ittifaq yaradılmayıb onsuz da onlarla. Uyğunluq gözlənilmişdir. 5-ci əsrdə Atropatena hərbi yürüyüşlərinə məruz qalmışdır. Ərəblərin, xeyr, ərəblər 5-ci əsrdə hələ yox idi. 7-ci əsrdə Albaniya dövləti mübarizə aparmışdır Xəzərlərə qarşı. Aha, cavab da elə budur. 629, 662, 664. Cavabı B variantı, digərləri yanlışdır. 6-cı əsrdə Albaniya hökmdarı idi Varaz Qriqor, xeyr, 7-ci əsrdə idi. Tac qoyma mərasimi Novruz günündə keçirilirdi ərəblərin yox Sasanilərin. Zərdüşt dini etiqadları Azərbaycanda yayılırdı Bizansın təsiri altında, xeyr, Sasanilərin təsiri altında. 59. Uyğunluq pozulmuşdur. Atropatena Sasanilərdən asılı vəziyyətə salındı. Aha, doğrudur, 227-ci ildə. Zərdüştliyin dini mərkəzlərindən biri olmuşdur. Atropatena dövlətinin paytaxtı Qazaka şəhəri, doğrudur. Albaniya Otisakaşen, Girdiman və Kolt vilayətlərini itirdi. Dizrav döyüşü nəticəsində, doğrudur. Atropatena uzun müddət daxili müstəqilliyini qoruyub saxlamışdır. Sasani hakimiyyət dövründə, xeyr, Sasani hakimiyyəti vaxtı Atropatena müstəqil dövlət deyildi ümumiyyətlə. Sadəcə bir ərazi kimi var idi. Albaniyada Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 8-ci əsrin əvvəlləri, bəli, 705-ci ildə. 60. Albaniyanın 7-ci əsrin ortaları tarixinə aiddir. Xəzərlərin ölkə ərazisinə ilk hücumlarının başlanması. Xəzərlərin ölkə ərazisində ilk hücumu 629-da başlayıb, yəni 7-ci əsrin ortalarına düşmür. İskit tayfalarının ölkə ərazisində, xeyr, gəlişi, xeyr. Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi, xeyr, o 630 idi, yəni ortalarına düşmür. Cavanşirin ölkənin daxili müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparması, bəli, 654-də buna misal götürə bilərik, Bizans hökmdarı ilə görüşü. D doğrudur. Y-də nə səhvdir? Əməvilər tərəfindən əhalinin siyahıya alınması və yeni vergilərin qoyulması. Hələ o vaxtda Əməvilər yox idi. Əməvilər 662-ci ildə gəliblər hakimiyyətə.
Albaniyanın 7-ci əsrin ortaları tarixi üçün səciyyəvi idi. Yəni 650-lər. Ölkədə Sasani mərzibanlığına son qoyulması. Xeyr, yanlışdır. Sasani mərzibanlığına 630-cu ildə son qoyulub. Sonra 629-cu ilə daha doğrusu son qoyulub. Cavanşirin ərəblərin ilk hücumları zamanı Sasani hökmdarlarına köməkdən imtina etməsi xeyir etməyib. Mehranilər sülaləsinin əsasının qoyulması 630 idi. Abbasilər sülaləsinin xəlifələri ilə diplomatik münasibətlərin saxlanılması, o vaxtlar Abbasidə yox idi. Cavanşirin ölkə daxilində iqtisadiyyatın dirçəlməsi, sənətkarlıq və ticarətin inkişafı üçün tədbirlər görməsi, bəli, Cavanşirin bunları etdiyini biz bilirik. 62. 4-cü əsrdən fərqli olaraq 6-cı əsrin ortaları Albaniya tarixinə aiddir. Yəni 300-lərdən fərqli olaraq 550-lərdə olanı bizdən istəyir. Müsəlman olmayanlar hələ o vaxtda müsəlman söhbəti yox idi. Ölkə Sasani mərzibanları tərəfindən idarə olunurdu. Bəli. Çünki 300-lərdə idarə olunmurdu, amma 550-lərdə Sasani mərzibanları tərəfindən idarə olunurdu. 510-dan başlayaraq. Cavab da B variantıdır. Amma 300-lərdə yerli hökmdarlar idarə edirdi. Yerli hökmdarların hakimiyyəti bərpa edildi. Xeyr. Sonra ilk dəfə ərəblərin hücumlarına məruz qalmışdır. Xeyr. Ərəblər hələ sonra gələcək. Əmirli sistemindəki ərəblərdədir. 63. Uyğunluq gözlənilmişdir. Albaniyada xristianlıq rəsmi din elan olundu. 3-cü əsrin əvvəllərində 313-dür. 4-cü əsrdir bu. Sonra Sasanilər Albaniyanı qəti şəkildə öz dövlətinin tərkibinə qatmışdır. Erkən feodalizm dövründə. Aha, cavab da elə budur. Çünki bilirik ki, erkən feodalizm dövrü 3-cü əsrdən başlayır. Bu da olub 262-ci ildə. Cavab B-dir. Cavanşir Xəzərlərlə mübarizə aparılmışdır. 8-ci əsr yox, 7-ci əsr. Qəbələ Albaniya dövlətinin paytaxtı olmuşdur. Mehranlərin yox, Arşakilərin zamanında. Məzdəkilər hərəkatı yönəlmişdir. Ərəb xilafətinə qarşı yox, Sasanilərə qarşı. 64-də deyilir ki, Albaniya hökmdarı Urnayrın hakimiyyəti dövrünə aiddir. Qadisiya döyüşü xeyir. Kür çayını Roman'a xeyir. Roma hökmdarı Adrianla xeyir. Dizrav döyüşündə Sasanilərin tərəfindən döyüşməsi, bəli. Bələncər döyüşündə xeyir. 65. Azərbaycanın erkən feodalizm dövrünə aid deyil. Ölkə ərazisi alanların ilk yürüşlərinə başlanması, bəli, cavab da budur. Çünki alanların yürüşləri 1-ci əsrdən başladı. Amma erkən feodalizm isə 3-cü əsrdən başlayıb. Cavab A-dır. Keçid söhbəti erkən feodalizmdir. Ölkə arasında ərəblərin yürüşləri erkən feodalizmdir. Mehranların hakimiyyətə gəlməsi və Mehranə sülaləsinin süqutu hər biri erkən feodalizmə düşür. Çünki erkən feodalizm 3-11-ci əsrləri əhatə edib. Sonra gələcək klassik feodalizm. Albaniyanın 3-7-ci əsrlər tarixinə aid deyil. Gezid adlanan can vergisinin mövcud olması aiddir Sasanilərin vaxtında. Ölkə ərazisində Slavyanların yürüşlərinin başlanması. Slavyanların yürüşlərini biz hələ o vaxtı görmürük. Slavyanlar çox sonra gələcəklər. Yəni, Slavyanlar gələcəklər 10-cu əsrdən və ondan sonra. Xəzərlərin hücumları var 600-lərdə. Feodal iqtisadi münasibətlərin mövcud olması var. Ölkə ərazisində Sasani feodallarının basqınları var. 67. 387-ci ildə imzalanmış Sasani-Roma sülh müqaviləsi nəticəsində Albaniyanın geri qaytardığı vilayət 4 və 5 olacaq. Cavab da B variantı doğru cavabdır 67-də.
Niyə? Çünki mən sizə bundan əvvəlki sualların birində də izah elədim ki, bu Kür çayını ki görürsünüz axır belə, Kür çayından soldakı ərazilər Albaniyanın Dizrov döyüşündə itirdiyi ərazilər idi. 68. 4-cü əsrin 70-ci illərində Sasani və Roma dövlətləri arasındakı döyüş nəticəsində Albaniyanın məhrum olduğu vilayət. Yəni 371-ci ildə Dizrov döyüşü gedir yenə. Yenə burada Kür çayından soldakı ərazilərə baxdıqda 1 ilə 4 doğru cavabdır. Yəni Y variantı. Sonra 69. 7-ci əsrin 30-cu illərindən fərqli olaraq 60-cı illərin ikinci yarısı Albaniya dövləti üçün səciyyəvidir. Yəni 630-lardan fərqli olaraq 660-larda Albaniya üçün səciyyəvi cəhət. Abbasilər hələ o vaxtı yox idilər. Bizans imperatoru ilə ərəblər əleyhinə ittifaqa girilməsi xeyr. Bizansdan 654-də ittifaqa girilib. Sasani dövləti ilə birgə ərəblərə qarşı mübarizə aparılması 630-larda da onsuz aparılmışdı. 660-larda aparılmamışdı. Biz 660-lara aid olanı istəyir. Sasanilər tərəfindən ölkənin siyasi müstəqilliyinə son qoyulması xeyr. Ölkənin siyasi müstəqilliyinə ərəblər son qoyub. Xilafətlə münasibətlərin diplomatik yolla nizama salınması, bəli, 667, 670 biz bilirik ki, Cavanşir Muaviyə ilə Dəməşqdə görüşüb 2 dəfə. 70. Albaniya və Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid oxşar cəhət. 6-cı əsrin 6-cı əsrin ikinci yarısı 550-dən yuxarı olan illəri bizdən istəyir. Sasani imperiyasının şimal canişinliyinə daxil olması, bəli, hər ikisi üçün oxşar cəhət elə budur. Şimal Kusluğa daxil idilər. Haylandur Hunları yalnız Albaniyaya gəlmişdi. Onlar da ki 460-larda idi. Yerli hökmdarlar tərəfindən idarə edilirdilər. Heç biri həmin vaxtda yerli hökmdarlar tərəfindən idarə edilmirdi. Alanların hücumuna məruz qalmaları, yəni o vaxt artıq alanlar yox idi. Feodal münasibətlər də ki 3-cü əsrdə yaranmışdı. 71. Albaniya və Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid olanları istəyir yenə. Sasani mərzbanlığı tərəfindən idarə olunması Albaniya idi, bu Atropatenada yox idi. Yox, bir dəqiqə elə var idi. Hər ikisində var idi. Atropatena onsuz mərzbanlığı tərəfindən idarə olunurdu. Albaniyadakı 510-cu ildən başlayaraq böyük mərzbanlıq dövrü başlamışdı. Yəni hər ikisini götürmək olar. Yerli hökmdarlar tərəfindən heç biri, müstəqil xarici siyasət heç biri, Sasani hakimiyyətinə qarşı Bizansla birlikdə mübarizə bunu heç biri etməyib. Cavanşir də etməyib. Cavanşir ərəblərə qarşı edib onu, Bizansla yaxınlaşmağı. Xristianlığın qəbul edilməyə başlanması da ki, olsa Albaniyaya aid olar. 72-ci sual. Atropatenanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il sonra söhbət Atropatena 227-də daxil edilib. Bu da ki üstünə 35-ə gələndə 262-ci il eləyir. 262-də ki Albaniyanın Sasani dövlətinin tərkibinə daxil edilməsidir. Uyğunluq pozulmuşdur. Ağqoyan kilsə məclisi çağırılmışdır. Alban hökmdarı 3-cü Mömin Vaçaqan, doğrudur. Amit döyüşündə iştirak edirdi Alban hökmdarı Urunayır, bəli. Dizrov döyüşündə Romalılara məğlub oldu Sasani şahı 1-ci Şapur. Xeyr, 2-ci Şapur məğlub olmuşdu. Haylandur Hunları 2-ci Vaçiyan üzərinə gəlmişdi. 4-cü əsrin əvvəllərində Albaniyada xristianlıq dövlət dini elan etdi. Urunayır, bəli, 313-cü ildə. 74. Atropatenanın Sasani dövlətinin tərkibinə qatdı Sasani şahı Ərdəşir Babəkan. Sasani şahı Ərdəşir Babəkan, bəli, doğrudur.
Dizrav döyüşündə Romalılara məğlub olmuşdur. Birinci Qubad yox, ikinci Şapur. Yəni bu yanlışdır. Burada uyğunluq pozulub. Sasani şahı birinci Şapurla siyasi mübarizə aparan birinci Vaçe doğrudur. Dizrav döyüşündə iştirak etmişdir Alban dəstələri. Bəli. Haylandır Hunlarına, Alban hökmdarına qarşı mübarizəyə sövq etmişdir. Sasani şahı Firuz doğrudur. Sonra 75-ci sual. Uyğunluq pozulmuşdur. Məzdəklər hərəkatını yatırmışdır. Sasan şahı 1-ci Qubad. Bəli. Atropatena Sasan dövlətinin tərkibinə qatıldı 3-cü əsrin 1-ci yarısında. 227-ci il, bəli. 3-cü əsrin 1-ci yarısıdır. Məzdəklər hərəkatı başlanmışdı 5-ci əsrdə. 481, bəli, 5-ci əsrdir. Albaniyada 3-cü Mehmed Vaçaqan hökmdar olmuşdur 5-ci əsrdə, doğrudur. Otis Akaşen, Kolt və Girdiman vilayətləri itirildi 2-ci Vaçenin zamanında yox, Urnayının zamanında. 76. Albaniyanın paytaxtı 5-ci əsrdə dəyişmişdir. 2-ci Vaçe, paytaxtını dəyişən 2-ci Vaçe. Bir dəqiqə, bəli, dəyişib 444-cü ildə. Sasani-Roma müharibələrində 2-ci Şapurun müttəfiqi kimi uğruna ayırdı. Atropatenanı Sasani dövlətinin tərkibinə qatdı. Sasani şahı 1-ci Şapur doğrudur. Yox, doğru deyil. Ərdəşir Babəkan qatdı. Məzdəklər hərəkatını yatırmışdır Qubad. Amit döyüşündə iştirak etmişdir. Uğruna ayır, bəli. 77. Amit döyüşündə Bizans qoşunlarına qarşı vuruşurdu. Alban hökmdarı 2-ci Vaçe. Bizans qoşunlarına qarşı vuruşan xeyr. Vaçe vuruşmayıb. 77-də A variantı. Urnay vuruşub. Digərləri doğrudur. Uyğunluq pozulmuşdur. Haylandır Hunları ilə mübarizə aparmışdır 2-ci Vaçe. 4-cü əsrdə Sasani dövləti ilə müttəfiq olmuşdur Urnayır. Bəli, Amit döyüşü, Dizrav döyüşü. Dizrav döyüşündə Bizans qoşunlarına məğlub oldu Sasanilər. Dizrav döyüşündə Bizans qoşunlarına, Bizans yox, Roma qoşunlarına məğlub oldu Sasanilər. 27C variantıdır. Uyğunluq gözlənilmişdir. Dizrav döyüşündə Bizans ordusunu məğlub etmişdir Sasanilər. Əksinə Dizravda məğlub oldular. Həm də ki, Bizans yox, Roma. Haylandır Hunları ilə mübarizə aparmışdır 2-ci Vaçe. Atropatena Sasan dövlətinin tərkibinə qatılmışdır 3-cü əsrin 1-ci yarısı. Haylandır Hunlarını Alban hökmdarına qarşı müharibəyə sövq etmişdir. Sasani şahı 2-ci Şapur, xeyr, Firuz etmişdi bunu. Sasani-Roma müharibəsində 2-ci Şapurun müttəfiqi kimi çıxış edirdi Ukrayna. Ukrayna nə idi? Urnayır. 80. Sasani şahı 1-ci Şapurla siyasi mübarizə aparmışdır 1-ci Vaçe. Bəli, elə doğru cavab da budur. Digərləri yanlışdır. Niyə yanlışdır? Məzdəklər hərəkatını yatıran 1-ci Qubad idi. Amit döyüşündə iştirak edən 2-ci Şapur idi. Sasani şahı 3-cü Yezdəgir ilə müttəfiqlik əlaqəsi Urnayır, xeyr, 2-ci Şapurla edib. Dizrav döyüşündə itirilən torpaqlar geri aldı, Urnayır almadı. Çünki sülhlə alındı. Həmin sülh vaxtı artıq Urnayır yaşamırdı. Uyğunluq gözlənilmişdir. Məzdəklər hərəkatını yatırmışdır 1-ci Qubad. Türk mənşəli Kaspi tayfasına mənsub idi. Mehranilər, xeyr. Albaniya Girdiman vilayətində məhrum edildi Dizrav döyüşündə, bəli. Otis Akaşena Girdiman Kolt. Məzdəklər hərəkatı başlanmışdır 480, 580-də yox. Amit döyüşündə Bizansa qarşı vuruşmuşdur. Alban hökmü Bizansa qarşı yox, Romaya qarşı vuruşub Urnayır. Hara getdi bu? 82-ci sual. Qədimi Roma imperiyasının mövcudluğu dövrünə uyğun gəlir. Aha. Amit döyüşündə baş vermişdir. Hələ onda Roma imperiyası idi.
Abuyan Kilsə Məclisi 488, bəli. Bir dəqiqə, xeyr, bu da düşmür. Bunda artıq Roma imperiyası, Roma deyilən, Qərbi Roma imperiyası ümumiyyətlə yox idi. Haylandur Hunlarının Albaniyaya hücumu, bəli, biz bunu götürə bilərik. İl olaraq uyğun gəlir. Haylandur Hunları 463-dür. Qərbi Roma süqutçu 476-dır, bəli. Məzdəkilər hərəkatının yatırılması düşmür. Albaniya Sasaniya tərəfindən işğalı hələ onda Qərbi Roma yox idi, ümumi Roma idi. Qərbi Roma imperiyası mövcudluğu dövrünə uyğun gəlir. Məzdəkilər hərəkatının başlanması, xeyr. Albaniyada Mehranilər sülaləsi artıq o vaxtda yox idi. Dizrav döyüşündə hələ ümumi Roma idi. Albaniya hökmdarı 2-ci Vaçen Haylandur Hunları ilə mübarizəsi, bəli, bunu götürmək olar. Atropatena Sasaniləri hələ o vaxtda Roma parçalanmamışdı. 84. Eramızdan əvvəl 3-cü əsr Atropatena və bizim eranın 1-ci əsri Albaniya tarixinə aid ümumi cəhət. Asılı vəziyyətə düşmələri. Bizim eranın 3-cü əsri Albaniya. Asılı vəziyyətə düşmələri. Aha, cavab da elə budur. Niyə? Çünki 223-cü il eramızdan əvvəl Atropatena Selevklərdən asılı hala düşdü. Eramızdan əvvəl 223-də. 3-cü əsrdə isə, yəni 262-ci ildə isə Albaniya Romadan asılı vəziyyətə düşdü. Daha doğrusu Sasaniyadan asılı vəziyyətə düşdü. Orta cəhət budur. 85. 1-ci əsr Atropatena və 3-cü əsr Albaniya tarixinə aid ümumi cəhəti bizdən istəyir. 1-ci əsr Atropatena, 3-cü əsr Albaniya. Selevkilər o vaxtı yox idi. Yerli hökmdarlar tərəfindən idarə olmağa başlanması deyirsə, xeyr. Çünki Albaniyada yerli hökmdarlar tərəfindən eramızdan və 4-cü əsrdə idarə olmağa başlayıb. Yadellərin hücumlarına məruz qalmaları, bəli. 1-ci əsrdə Atropatena alanların hücumuna məruz qalıb. 3-cü əsrdə də Albaniya Sasanilərin. Parfiya 3-cü əsrdə Albaniyaya hələ yürüş etməyib ümumiyyətlə. Qullarla münasibətlərin yaranması eramızdan əvvəl idi. Albaniya hökmdarı Urnayrın fəaliyyətinə aiddir. 2-ci Şapurun müttəfiqi kimi Sasani-Roma müharibələrində iştirak etməsi. Cavab da elə A variantıdır. Hamid döyüşü, Dizrav döyüşü. Mehranilərin Urnayra adiyyatı yoxdur. Haylandur Hunları 2-ci Vaçiyə gəlib. Dizrav döyüşündə itirilən torpaqları geri almayıb, əksinə itirib. 2-ci Yezdəgirlə müttəfiq münasibəti olmayıb. 2-ci Şapurlu olub. 87. Albaniya hökmdarı Urnayrın fəaliyyətinə aiddir. Roma imperiyası ilə diplomatik əlaqələrin yaradılması. Xeyr. Bizans imperatoru üzərində qələbə qazanması, o vaxtı Bizans yox idi. 2-ci Şapurla müttəfiq münasibətlərin mövcud olması, bəli, cavab da C variantıdır. Mehranilərdən sonra yox, əvvəl gəlib. Əhalidən can vergisi olan cizyə yox, gecid alınırdı. Həm də alınmağa başlanması yox, onsuz alınırdı onun zamanında. Uyğunluq gözlənilmişdir. Nahavənd döyüşü baş vermişdir. 7-ci əsrin 40-cı illərində, xeyr. 8-ci yox, 7-ci əsrin 40-cı illərində, yəni 642-ci ildə baş verib. Xürrəmlər hərəkatının ilk çıxışları başlanmışdır Əməvi xilafətinə qarşı. Xeyr, Abbasi xilafətinə qarşı idi. Kür çayı sahilindəki döyüşdə Xəzərləri məğlub etmişdir. Alban hökmdarı Cavanşir, bəli, cavab da budur. 662-ci ildə. Qadisiyə döyüşündə iştirak etmişdir. Alban hökmdarı Cavanşir, doğrudur. Xeyr, Alban sərkərdəsi Cavanşir olmalı idi. Hələ o vaxt hökmdar deyildi. Bələncər döyüşündə Xəzərlər məğlub olmuşdular. Əməvi xilafətinin qoşunlarına, xeyr, Bələncərdə Xəzərlər qalib gəlmişdi. Həm də ki, o vaxt elə Əməvilər yox idi. Ayşakilər Albaniyada hakimiyyətdə olduğu dövrdə. Arşakilərin Albaniyada hakimiyyəti
510-cu ilə qədərdir. Axund dövləti süquta uğradı. Xeyr, o bundan sonra süquta uğrayacaq 567-də. Avropa Hun dövləti yarandı. Avropa Hun dövlətinin yaranması bəli 4-cü əsrdir. 4-cü əsrdir. 4-cü əsrdə də Arşakilər hələ hakimiyyətdə idi. Sonra 4-cü əsr, daha doğrusu 5-ci əsr. Birinci Göytük dövləti sonra idi, 552. İkinci Göytük dövləti sonra idi. Xəzər xaqanlığının süqutu 965, o da sonra idi. Eylerben diaqramına əsasən Albaniya və Göytük dövlətlərini verib. Sasani hökmdarı Firuzə qarşı mübarizə aparılması. Bu gedəcək Aya. Paytaxtın köçürülməsi. Bu da gedəcək Aya. Niyə gedəcək? Çünki Göytüklər paytaxtını dəyişim. Belə bir dənə olub, o da ötükən. Sasani dövləti ilə müttəfiq olmaları. Birinci Göytüklər. Albanlar da olub, belə oxşar cəhətdir. Xəzərlərə qarşı mübarizə aparılması. Bu da oxşar cəhətdir. Göytüklər də Xəzərlərlə mübarizə aparıb. Bizans üzərinə hücum edilməsi. Bu Göytüklərədir. Albaniya etməyib Bizans üzərinə hücum. Niyə etməyib? Çünki Sasanilərin tərkibində olmamışı. Sasanilər hücum edib, bunlar da Sasanilərin yanında olub da özləri durub Bizans hücum etsinlər, xeyr. 1-ə A, B, 2-yə Y, 3-ə C, D, cavab D variantı. 91-ci sual. Albaniya dövlətinin tarixində 4-cü əsrin 2-ci 10 illiyi və 5-ci əsrin 40-cı illəri tarixinə aid ümumi cəhət. 4-cü əsrin 2-ci 10 illiyi deyirsə, bu 320 illərdir. 30-a qədər. Və 5-ci əsrin 40-cı illəri deyirsə, bu 440-lardır. Hakimiyyətə yeni hökmdarın gəlməsi. Doğrudur. Bəli. Çünki 320-lərdə Urnayer gəlib. 440-larda isə 2-ci Vaçi gəlib. Xristianlığın rəsmi dövlət dini elan edilməsi. Rəsmən Urnayer'in zamanı 313-də edilir. Bu da heç birinə düşmür. 2-ci 10 illik deyirsə, 10-dan 20-yə qədər daha doğrusu. 313 edilib. Amma 440-da edilməyib, bax elə bir şey. 2-ni götürmək olmaz. Dövlətin paytaxtdan dəyişdirilməsi 444, yəni 5-ci əsrə düşür, amma bura düşmür axı. Ona görə bunu da götürmək olmaz. Sasanilərin hakimiyyətə qarşı azadlıq mübarizəsi, o da buradadır. 440-lardadır. Amma 310-lara o düşməyəcək. Yəni götürmək olmaz. Həm də ki 440-lar deyil, 450-lərdir. 457-də başlamışdı. Yalnız bir burada doğru cavab kimi uyğundur. 92. Eylerben diaqramı. Cavanşir Urnayer. Albaniya dövlətinin ərazi bütövlüyü və müstəqilliyi qorunması uğrunda mübarizə aparılmışdır. Hər ikisi bu işi görüb, hər ikisi oxşar cəhətdir. Bizans imperiyası ilə diplomatik münasibətlərin yaradılması bu Cavanşirə aiddir. Roma imperiyasının işğalçılıq siyasətinə qarşı mübarizə aparılması bu Urnayerə aiddir. Xristianlığı Albaniyada rəsmi dövlət dini elan etdi. Bu da Urnayerə aiddir. Xəlifə Muaviyyə ilə diplomatik danışıqlar bu Cavanşirə aiddir. Deməli, 1-ə B-yi, 2-yə D-ci, 3-ə də A. Cavaba baxdıqda E variantı doğru cavab kimi görsənir. 92. 93. Albaniya, Arşakilər, Mehranilər. Ağqoyan Kilsə Məclisində dinin qanunları
Dinin qanunlarının qəbul edilməsi aşağıdakilərdir, bəli. Xəzər xaqanlığı ilə xeyir, Mehranilərdir. Qəbələ şəhərinin paytaxt olması, xeyir, Bərdə şəhərinin paytaxt olmasıdır burada. Bir dəqiqə, Qəbələ şəhərinin paytaxt olması, bəli. Amma sonra da Bərdə də olub, yəni hər ikisi var. 2-də, yəni 1-ə A-la C-ni götürmək olar. 2-də. Bərdə şəhərinin paytaxt olması bunların zamanında, bəli, bunların zamanında Bərdə şəhəri paytaxt idi. Müəyyən müddət Sasani imperiyasının asılı olması, bəli. Abbasi xilafətini isə bunlar görməyiblər. 1-ə A və C, 2-yə də A və B. D variantı doğru cavabdır 93-də. 94. Uyğunluğu müəyyən edin. Albaniya hökmdarı Cavanşirin xarici siyasəti. 1 və 2. 7-ci əsrin 50-50-ci illər, yəni 650-lər. Sasanilər imperiyası ilə birlikdə Əməvi xilafətinə qarşı mübarizə aparılması, xeyir. Sonra Ərəb xilafətinə qarşı Bizanslı, bəli, 654-cü ildə Bizansla müqavilə bağlamışdı. B-ni götürmək olar. Burada niyə götürmədik bir A-nı? Çünki orada Əməvilər o vaxtda gəlməmişdir. Sonra Əməvilər 661-də gələcək. Kür çayı sahilində Xəzər xaqanlığı, xeyr, o da 662-dir, götürmək olmaz. Sonra 7-ci əsrin 60-cı illəri. Rəsmi şəkildə Ərəb xilafətinin asılılığın qəbul edilməsi, bəli, o xəlifə Muaviyyə ilə görüşdü. Asıllığı qəbul elədi. 2-ci Yezdəgirtlə müttəfiqlik siyasəti həyata keçirməsi, xeyr, götürmək olmaz. Çünki o vaxt artıq 3-cü Yezdəgirt yox idi. Xəzər xaqanlığından asılılığı qəbul edilməsi 662-ci ildə, bəli. 1B, 2A və C. Cavab da A variantı. 95. 3-cü əsrdə Sasanilər dövlətində dini siyasi təlim geniş yayılmağa başlandı. Bütün dinləri vahid bir dinlə əvəz etmək, bu təlimin iştirakçıları bəzi dinlərin elementlərini birləşdirmək istəyirdilər. Bu təlimin ideyaları insanlar arasında uzun müddət yaşamışdır. Üzr istəyirəm. Bəzən əsnəmək gəlir. Bu təlim bir çox dini cərəyanlar olmalı idi, güclü təsir etmişdir. Mətndə bəhs edilən hərəkat iştirakçılarından fərqli olaraq məziyyətlər. Mətndə söhbət manilikdən gedir. 3-cü əsrdə olmuş manilikdən. Manilikdən fərqli olaraq məziyyətlərə aid olan istəyir. Azərbaycanın istiqlaliyyətinin bunlara aidiyyəti yoxdur. Xeyrin şər üzərində qələbəsinə məzdəkilər inanırdılar, amma manilər inanmırdılar. Dinc yolla xeyir, məziyyətlər mübarizə yolu ilə idi, manilər dinc yolla idi. Azərbaycanda ərəb ağalığı hələ o vaxtı yox idi. Qələbə qazana bilmədilər. 96. İkinci Vaçe taxtdan salındıqdan sonra Sasanilərin Albaniyada daxili müqavimətə son qoymaq üçün həyata keçirdiyi tədbirlərə aid deyil. Haylandur Hunlarını çağırmışlar və hətta 2-ci Vaçe gedəndən sonra bir müddət Albaniyada kiçik mərzbanlıq dövrü oldu. Kəndlilərlə yanaşı şəhər əhalisi üzərinə də ağır vergilərin qoyulması, bəli. Əhalinin ümumi siyahı niyə bunu? Çünki əhali Sasaniyaya qarşı mübarizəyə başlamışdı. Vaçeyə kömək edirdi. Ona görə xalqla bu qədər ciddi rəftar olundu. Əhalinin ümumi siyahıya alınması, bəli. Vergiləri xeyli dərəcədə artırdılar, bəli. Boş qalmış torpaqlara hərbiçilərə paylanması, bunu etməyiblər. Bunu sonradan daha doğrusu 1-ci Xosrov edəcək. Əvvəllər yalnız torpaq vergisi verən ruhanilərə də ağır vergi qoyuldular. Bəli.
bir növ xalqı cəzalandırmaq istəyirdilər də. 97. Məzdəqilər hərəkatı illərində Albaniyada Mehriban qalası inşa olundu. Bəli, olundu. Elə adlar da oxşardır, görürsünüz də yəni. Mehriban, Məzdəki. Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 481, 529-dursa, burada Arşakilər sülaləsinin hakimiyyətinə hələ son qoyulmayıb. Çünki Arşakilər sülaləsi 510-cu ilə qədər mövcud olacaq. Yəni cavab da elə budur. Son qoyuldu da yəni. Çünki 529 artıq yox idi Arşakilər. Mehranə sülaləsi hələ o vaxta gəlməmişdi. Xarak gecid almağa başlanması xeyr, əvvəl başlanmışdı onsuz. 2-ci Vaçenin rəhbərliyi ilə azadlıq hərəkatı başladı, bəli. Bir dəqiqə xeyr, başlamadı. Artıq başlayıb sonlanmışdı. 98. Albaniya dövlətinin 3-cü əsrin 60-cı illər tarixinə aiddir. Yəni 262 soruşur. 262-ci ildə də Sasani dövlətin tərkibinə qatılmasıdır. Bəzi suallara təkrar verirlər. 99. Daha gec olmuşdur. Dizrav döyüşünün baş verməsi 371-ci ildə. Sonra 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq mübarizəsi aparması 457-dən 462-yə qədər. 462-yə qədər. Özüm yazıram ki, göz yaddaşınızda, yadınızda qalsın. 3-cü Vaçaqanın dövründə xristian dininə aid qanunların qəbul edilməsi, 3-cü Mömin Vaçaqan deyirsə 488, Sasanilər Atropatenanı ələ keçirməsi 227, Məzdəkilər təliminin yayılmağa başlanması 481-ci il. Ən gec olan hadisəni istəyirsə, ən gec olan hadisə 488-ci il Aguyen kilsə məclisidir. C variantı doğrudur. 100. Fraspada mühasirəyə alınmış Atropatenalılar düşərgə istehkamlarına basqın edərək ön xəttdə dayanmış legionerləri geri oturtdular. Müttəfiqi Parfiya ilə birgə düşmənə ağır zərbə vurmuşdu. Fraspa döyüşünün zövqət gedir. Eramızdan 36. Məğlubiyyətdə sarsılan Antoni geri çəkilməyə məcbur olmuşdu. Atropaten hökmdarı qələbə münasibəti ilə keçirdiyi bayramda məğlub edilmiş düşməndən əldə etdiyi qənimətləri xalqa nümayiş etdirmişdi. Mətndə fəaliyyətindən bəhs edilən Atropaten hökmdarı, söhbət burada Artabazandan gedir. İndi görək. Ondan əvvəl nə istəyir? Artabazandan yox, daha doğrusu Artabazdan gedir. Onların adlarını bəzən hər kəs qarışdıra bilir. Artabazdan gedir. Artabazdan ondan əvvəlki idi. Sereviklərin oğlandı. Deməli, Artabazd mətndə fəaliyyətindən bəhs edilən Atropaten hökmdarının Albaniya hökmdarı uğruna ayrılı ümumi cəhətlərini istəyir. Roma imperiyası ilə Artabazd Roma imperiyası ilə müharibə etməyib. Parfiya ilə birgə xeyir, uğruna aid Parfiyanı görməyib. Bizans imperiyasını heç biri görməyib. Sasaniləri heç biri görməyib. Roma qoşunları ilə mübarizə aparıblar. Sasani qoşunlarını daha doğrusu Artabazd görməyib. 101-ci sualda deyilir ki, yenə Eylervin diaqramı verib. 2-ci Vaçe və 3-cü Mömin Vaçaqanın müqayisəsini bizdən istəyir. Elə oradan yox, elə aşağıdan hazır yazaq. Deməli, paytaxtın yeni şəhərə köçürülməsi bu 2-ci Vaçeyə aiddir. Aguyen kilsə məclisi Mömin Vaçaqana aiddir. Xristianlığın ilk dəfə rəsmi din və uğruna ayırdı. 5-ci əsrdə hakimiyyətdə olması hər ikisinə şamildir. Massagetləri öz tərəfinə çəkməsi heç bir nəhayət deyil. 101-də də daha doğrusu Massagetləri öz tərəfinə çəkən o 2-ci Vaçedir. 1-də A və Y, 2-də B, 3-də D,
A və Y, A və Y, B, D. Hə. Cavab da Y variantıdır. 102. 4-cü əsrin ikinci yarısı, yəni 350-dən yuxarı. Albaniyada 5-ci əsrin ikinci yarısı, yəni 450-dən yuxarı olanları bizdən istəyir. Xarici müdaxilələrə məruz qalması 362-də məruz qalıb və 462-də də məruz qalıb. Deməli, oxşar cəhətdir. Birində Sasanilərin, birində Haylandur Hunlarının. Sasanilərlə birləşib Roma imperiyasına qarşı mübarizə aparmışdır. Bu gedəcək 359-371 Albaniya. Deməli, bu gedəcək 1-ə. İkinci Vati azadlıq mübarizəsi aparılmışdır. 457-463. Bu gedəcək 2-yə. Əhalisi Sasani xəzinəsinə vergi verirdi. Hər ikisinə şamildir. Dizrav döyüşündə Bizansa məğlub olmuşdur. Bizansa yox, Romaya məğlub olub. Deməli, 1-də B, 2-də C, 3-də A və D. Cavab da C variantıdır 102-də. 103-cü sualda yenə Eylerben diaqramı, 2-ci Vaçe, 3-cü Mömin Vaçaqan. Aşağıdakılar çarəsinin son nümayəndəsi 3-cü Mömin Vaçaqan olmuşdur. Müəyyən müddət xristianlığı himayə etmişdir, hər ikisinə şamildir. Müəyyən müddət sözü sizi buradan çaşdırmasın. 5-ci əsrdə Albaniyanı idarə etmişdir, hər ikisi. Haylandur Hunları ilə mübarizə 2-ci Vaçe. Aguyen kilsə məclisidəki 3-cü Mömin Vaçaqan. Deməli, 1-də D, 2-yə A və Y, 3-də də B və C, D variantı doğru cavabdır. 103-də. 104 Eylerben diaqramı, Dastakert və Xostak. Sasaniya dövründə Albaniya əhalisindən alınan vergi heç biri. 3-7-ci əsrdə Albaniyada mövcud olan torpaq mülkiyyət forması, bəli, hər ikisi. Xidmət müqabilində hərbiçilərə verilən torpaq idi, Xostak gedirdi bu. İri feodallara məxsus olan irsən keçən torpaq mülkiyyət forması, Dastakert. 3-cü əsrin 2-ci 10 illiyində Atropatena əhalisinin ödədiyi illik vergi heç biri. 1D, 2C, 3B. Cavab da A variantı idi. Arşakilər və Mehranilər. Bərdə şəhərinin paytaxt olması hər ikisindən götürmək olar. Xarici işğalçılara qarşı müəyyən müddət Sasanilərlə müttəfiq olması yenə hər ikisinə götürmək olar. Haylandur Hunları ilə mübarizə Arşakilərdir. Əməvilər xilafəti ilə diplomatik əlaqələr Mehranilərdir. İlk dəfə xristianlığı rəsmi dövlət dini Arşakilərdir. 1-ə 3, 5, 2-yə 4, 3-ə də 1, 2 A variantı. 106. Döyüşlərə aid uyğunluq. Amid Qərbi Roma deyil, Roma. Qadisiya, Ərəb dövləti, Sasani, ərəblərin Qəzvin şəhərini ələ keçirməsi. Xeyr. Dizrav döyüşü, çünki ərəblər Qəzvini ələ keçirmədilər həmin döyüşdə. Dizrav döyüşü, Roma, Sasani. Roma bir sıra Alban vilayətlərini tutdu, bəli. Otisakasheni girdi, Mankold. Ktesfon, Ərəb dövləti, Sasani. Alban hökmdarı Cavanşir. Cavanşir hələ orada hökmdar deyildi. Deməli, yalnız 3 doğru cavab kimi götürülə bilər. 107. Albaniya dövlətinin hökmdarlarından hansının fəaliyyətinə aid xüsusiyyət verilməyib? Dövlətin paytaxt şəhərini dəyişdirilməsi 2-ci Vaçedir. İlk dəfə xristianlığı rəsmi dövlət dini Urnayırdı. Müstəqil Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək üçün kilsə məclisi 3-cü Mömin Vaçaqandır.
Ölkənin bütün vilayətlərini birləşdirib mərkəzləşdirilmiş dövlət yaradan birinci Vaçe. Amma daha doğrusu bütün vilayətləri birləşdirib dövlət yaradan birinci Qoçaq Vaçaqandır. Amma birinci Vaçeyə aid biz bir şey görmürük burada. 108. 5-ci əsrdə baş vermiş hadisələri müəyyən edin. 2-ci Vaçenin Sasaniyaya qarşı azadlıq hərəkatı 457 götürmək olar. Hamid döyüşü 359. Mehranə sonrasının hakimiyyətə gəlməsi 630. Məzdəklər hərəkatının başlanması 481. 5-ci əsrdə baş verən hadisələr ki 1 və 4. 109. 6-cı əsrə aiddir. Xosrov Anuşirvanın islahatlar keçirməsi, bəli, bunu götürmək olar. Çünki özü 532-ci ildə hakimiyyətə gəlib elə. 2-ci Vaçenin Sasaniyaya qarşı mübarizə aparması, 2-ci Vaçenin Sasaniyaya qarşı mübarizə 457. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510. Albaniya Sakaşen Yerliman vilayətlərinə məhrum edilməsi 371. Albaniyada hökmdar Urnayrin yeni dini qəbul etməsi 313. 6-cı əsr deyirsə 1, 3, elə 2 dənə variantdır. 1 və 3. 110. 6-cı əsrə aiddir. Dastakət torpaq sahibliyinin mövcud olması, bəli. Albaniyanın Atropatena ilə birlikdə Sasaniyanın şimal canişinliyinə daxil edilməsi, bəli. Mehranə sonrası hələ o vaxtı yox idi. Albaniyada Arşakilər sonrasının hakimiyyətinə son qoyulması 510, bəli. Dizrav döyüşü nəticəsində Dizrav döyüşü 4-cü əsrdə idi. 1, 2, 4 doğru cavabdır. 111. Haylandur Hunlarının hücumu nəticəsində hakimiyyətdən əl çəkdi 2-ci Vaçe. Aqon kilsə məclisini çağıran 3-cü Mömin Vaçaqan idi. Dizrav döyüşündə Sasanilərin müttəfiqi idi. Təbii ki, Urnayır. 1 və 4 doğru cavab idi 111-də. 112. Azərbaycanın 3-7-ci əsrlər tarixinə aiddir. Xostak adlandırılan torpaq mülkiyyət formasının mövcudluğu, Hunların hücumuna məruz qalması, ərəblərin gəlməsi, ərəblərin Azərbaycan daxili müstəqilliyinə 8-ci əsrdir. Həştadsər döyüşü 8-ci əsrdir. Həştadsər döyüşü hətta 8 yox, 9-cu əsrdir. 1, 2 doğru cavabdır. 813. Azərbaycanın 4-7-ci əsrlər tarixinə aiddir. Xarici işğalçılara qarşı müəyyən müddət Sasanilərlə müttəfiq olması. Bəli, Hamid döyüşü, Dizrav döyüşü götürmək olar. Qadisyak, Tesfon döyüşlərini götürmək olar. İrsi torpaq mülkiyyət formasının mövcud olması, bəli. Mehranə sonrasının hakimiyyətinə son qoyulması 18-ci əsrdir. Savran dağı döyüşü də o da sonra 8-ci əsr olacaq. 1 ilə 3 doğru cavab. 1 ilə 2 daha doğrusu doğru cavabdır. 114. Albaniyanın 5-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Yəni 450-dən yuxarı. Haylandur Hunlarının hücumu 462 doğrudur. 2-ci Vaçenin Sasan hakimiyyətinin tabeliyindən çıxmaq uğrunda mübarizə aparması 457 doğrudur. Paytaxtın Qəbələ 444 olmaz.
Mehranə sülaləsi tərəfindən idarə edilməyə başlanması 630 olmaz. 3-cü Mömin Vaçaqanın ölkədə hakimiyyətə gəlməsi. 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi, xeyr, bu da olmaz. Çünki o 487-ci ildə hakimiyyətə gəlib, yəni gedər əslində. 5-ci əsrin ikinci yarısı deyirsə gedər. Uğruna ayrı xristianlığı 313, bu da getməz. Deməli 1, 2 və 5 doğru cavab kimi gedə bilər. 115. Albaniyanın 5-ci əsrin ikinci yarısı tarixinə aiddir. 1-ci Vaçe tərəfindən idarə edilməsi 2-ci əsrin ikinci yarısı 450-dən yuxarıdır. 1-ci Vaçe tərəfindən idarə edilməsi 1-ci Vaçe xeyr, o əvvəllər idarə edib dövləti, olmaz. 2-ci Vaçenin hakimiyyətə əl çəkməsi 462 doğrudur. Müəyyən müddət Sasani mərzbanları tərəfindən idarə edilməsi doğrudur. İlk dəfə siyasi asılılığa düşməsi xeyr, 262-dir. Xristianlığı təbliğ edən məktəblərin açılması doğrudur. Asuagen 5-ci əsrin ikinci yarısı, Urnaydan sonra. Urnay 4-cü əsrdir, yəni Urnaydan sonra 5-ci əsrin ikinci yarısı idi. Xəzərlərin yürüyüşünə məruz qalması o 600-lərdir, 7-ci əsrdir. Burada da doğru cavab kimi 2, 3 və 5-i götürmək məntiqlidir. Sonra 116. 4-cü əsrin 50-ci illəri Albaniya tarixinə aiddir. 4-cü əsrin 50-ci illəri deyirsə, Dizrav döyüşü 371 düşmür. Urnay tərəfindən idarə edilməsi elə Dizravı, Amidi götürmək olar, fərq eləmir. Onsuz düşmür. 4-cü əsrin 50-ci illər Alban tarixinə aiddir. Əslində düşür. Bizans qoşunları ilə mübarizə, xeyr, o vaxt hələ Bizans yox idi. 2-ci Vaçenin ateşpərəstlikdən imtina etməsi 457, 5-ci əsrdir bu artıq. Sasani dövləti ilə müttəfiq münasibətlərini bəri Urnaya saxlayıb, 2 və 5-i doğru cavab kimi götürmək olar. 117. 4-cü əsrin birinci yarısı Albaniya tarixi üçün xarakteri kamilləri müəyyən edin. Albaniya tarixi üçün xarakteri kamillər. Yəni 350-yə qədər. Qərbi Roma imperiyası qoşunları ilə mübarizə aparılması hələ o vaxt yox idi. Qərbi Roma. Dövlətin daxili müstəqilliyinin qoruyub saxlanılması doğrudur. Arşaki sülaləsinin nümayəndələr tərəfindən idarəsi doğrudur. 2-ci Vaçenin Sasanilərə qarşı mübarizə aparması 457-dir o. Yəni düşmür. Amid döyüşündə Sasani şahı 1-ci Şapurla müttəfiq olması xeyr, 2-ci Şapurla. 2, 3 doğru cavabdır 117-də. 118. Azərbaycanda feodal münasibətlərinin Qərbi Avropa ölkələrindən fərqli cəhətləri. Feodal münasibətləri daha tez yaranmışdır. Bəli, 3-cü əsr, Avropada 5-ci əsrdə. Feodal münasibətləri daha tez yox, gec süqut edib. Tez yaranıb, gec süqut edib. Yəni daha uzun müddət olub bizdə. Feodal münasibətlərin daha uzun müddət davam etməsi, kəndlilərin təhkimli olmaması, şəxsən təhkimli deyildilər. Natural təsərrüfat var idi. 1, 3, 4 doğru cavablardır. Fərqli cəhətlərdə də yəni. 119. Azərbaycanda feodal münasibətlərinə xas olan cəhətlər. Natural təsərrüfatın mövcud olması, bəli. Kəndlilərin əksəriyyətin təhkimli halına salınması, xeyr, əksəriyyət xeyr.
Feodallara hərbi xidmətə görə iri torpaq sahələri verilməsi, bəli. Kəndlilərin vergi verən təbəqə hesab olunması, aha. Feodalların kəndlilərə torpaq vergisini ödəməsi, xeyr. 1, 3, 4 doğru cavabdır. 120. 4-cü əsrin əvvəllərində Albaniya dövlətində hakimiyyətə gəlmişdi. Yəni 300 onlar nəzərdə tutursa, söhbət burada Urnayr vaxtı hakimiyyətə gəlib, yəni əvvəllərində Urnayr hakimiyyətə gəlib. Əsas məqsədi ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq idi. Bu məqsədlə qonşu dövlətlərlə siyasi ittifaq da yaratmışdı. Urnayrdan söhbət gedir. Sasanilərlə ittifaq yaratmışdı. Buraya yazaq. Urnayr. Qoy bunu silək. Yazaq Urnayr daha anlaşıqlı olsun. 5-ci əsrin ortalarında Albaniyada hakimiyyətə gəlmişdi. Türk mənşəli sülaləyə mənsub idi. Sasanilərlə qohumluq əlaqəyə malik olmuşdur. Dərbənd keçidini tutaraq Massagetləri öz tərəfinə çəkmişdir. İkinci Vaçeni deyir burada. İkinci Vaçe. Birinci mətndən, yəni Urnayrdan fərqli olaraq ikinci Vaçenin fəaliyyətinə aid olan xüsusiyyətləri istəyir. Roma İmperiyasının Cənubi Qafqaza işğalçılıq siyasətinə qarşı mübarizə bu Urnayrə aiddir. İkinci Vaçeyə aid olanı istəyir. Dövlətin paytaxtının qəbiləyə köçürülməsi ikinci Vaçedir. Parfiyanı bunlar görməyiblər. Haylandır Hunlarına qarşı mübarizə ikinci Vaçedir. 2 və 4 doğru cavabdır. 121-ci sualda hadisə nəticəni istəyir. Aqoin kilsə məclisinin keçirilməsi, Albaniyada xristianlığın təbliğ edilməsinin qadağan edilməsi, xeyr, əksinə geniş vüsət aldı. Şah 1-ci Xosrovun vergi islahatı keçirməsi, məmurların can vergisindən azad edilməsi, bəli, doğrudur. Dizrav döyüşü Bizans qoşunları, xeyr, Roma qoşunları qələbə qazanmalı idi. Cavanşirin sui-qəsdlə öldürülməsi, Albaniyada yenidən böyük dövlətlər arasında mübarizə meydanına çevrilməsi Albaniyanın. Bəli, doğrudur. Deməli, 2 və 4 doğru cavabdır. 122 klaster verib. Alban hökmdarı Cavanşir 7-ci əsrdə dövləti idarə etmişdir. Bəli, bilirik ki, 642-681-ci illər aralığında dövləti idarə edib. Sasani ordusunun tərkibində Ərəb xilafətinə qarşı mübarizə aparmışdır. Onda Cavanşir sərkərdə idi. Xəzər xaqanlığından vassallığın qəbul edilməsi doğrudur. 662. Sonra əslində 662 yox, 664 də demək olar. Çünki 662-də Cavanşir qalib gəlmişdi. Ərəb xilafətinə qarşı Bizans imperatoru ilə ittifaqın yaradılması doğrudur. Abbasilər xilafəti ilə xeyr, Əməvilər olmalı idi. Kür çayını keçmiş Xəzərlərin məğlub edilməsi doğrudur. Deməli, 2, 3, 5 doğru cavabdır. 123 uyğunluq pozulmuşdur. Xristianlığı təbliğ edən məktəblər açdırmışdır. 3-cü Mömin Vaçaqan doğrudur. Yəni bizdən yanlışları istəyirsə, yəni biri götürmürük də, yəni bir doğrudur. 457-63-cü illərdə Albaniyada Sasanilərə qarşı azadlıq hərəkatının rəhbərliyi edən ikinci Vaçe idi. Yanlışdır. Yəni bunu götürəcəyik. Buradan pluslu silim sizi çaşdırmasın. Sonra 5-ci əsrə qədər Albaniyanın paytaxt şəhəri idi. Bərdə şəhəri. Xeyr, bu da yanlışdır. Bizdən də yanlış istəyir. Paytaxt Qəbələ şəhəri idi 5-ci əsrə qədər. 5-ci əsrdən olacaq Bərdə şəhəri. Albaniya torpaqlarında xristianlıq yaymağa başlanmışdır. 4-cü əsrdən başlayaraq, xeyr, ondan əvvəl Almaniyada xristianlıq yayılmağa başlandı. Hətta 1-ci əsrdən demək olar.
7-ci əsrin 30-cu illərindən etibarən Albaniyanın böyük knyazları kimi fəaliyyət göstərirdilər. Mehranilər hər halda yazmaq istəyib. Bəli, bu da doğrudur. 2, 3, 4 yanlışdır. 123-də. 124. Haylandur Hunlarının Albaniyaya soxulması, 2-ci Vaçen hakimiyyəti əl çəkməsi doğrudur. Uyğunluğu istəyir bizdən, doğrudur. 629-cu ildə Sasani-Bizans müqaviləsi, Albaniyanın Bizansın təsir dairəsində qalması xeyir, Sasanidə qaldı. Dizrav döyüşü Roma qoşunlarının qələbə qazanması doğrudur. Cərmidan döyüşünün baş verməsi, Sasani dövlətin süqutu yanlışdır. 1, 3 doğru cavabdır 124-də. 125. 5-ci əsrin ikinci yarısı Albaniya dövlətinin tarixinə aiddir. 5-ci əsrin ikinci yarısı deyirsə, 450-dən yuxarı olan hadisələri bizdən istəyir. Asoygen tərəfindən idarə edilməsi, xeyr. Asoygen birinci yarıda idi. Yeni Alban yazısının yaradılması, yəni bu da Asoygenlə bağlı da götürə bilmərik. Mehranilər sülaləsi 7-ci əsr idi. Xristianlıq dininə aid qanunların qəbul edilməsi, bəli, 488. Sonra, yəni 488 Aqoin kilsə məclisidir, yəni götürmək olar. 2-ci Vaçenin Massagetlərlə ittifaq yaratması, bəli, bunu da götürmək olur. Ümumiyyətlə 2-ci Vaçe 5-ci əsrin ikinci yarısında hakimiyyətdə olub. 126. 5-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi. Aha, yəni 450-lərdə hakimiyyətə gəlib. Hakimiyyətə gələndə ki, 2-ci Vaçe olacaq. Vaçe. Onun hakimiyyəti Sasanilərə qarşı mübarizə ilə əlamətdar idi. Onun başlatdığı hərəkatı yatıran Sasanilər Albaniyanın daxili müstəqilliyinə son qoydular. Ölkə bir müddət Sasani mərzbanları tərəfindən idarə edildi. Bu, Sasanilərin Albaniyada olan kiçik mərzbanlığını deyir, 463-dən 87-yə qədər. Mətndə haqqında bəhs edilən Alban hökmdarının Urna ilə ümumi cəhətlərini istəyir. Deməli, 2-ci Vaçe plus Urnayırın ümumi cəhətini istəyir. Aşağıdakılar sülaləsinə mənsub idilər. Sasani ordusunun tərkibində Roma imperiyasına qarşı mübarizə bu Urnayırdır. Xristian dininin yayılmasını himayə etmişlər, bəli. Massaget tayfalarındakı Vaçeyə aiddir. 1-3 bunların ümumi cəhətidir. 127. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterik idi, yəni 550-dən yuxarı. Yerli hökmdarlar tərəfindən idarə edilirdi, xeyr, mərzbanlar idarə edirdi. Sasani mərzbanlar tərəfindən idarə edilirdi, əhalidən can vergisi alınırdı. Hakim zümrənin nümayəndələrinə hərbi xidmət müqabilində İqta söhbəti ərəblərin vaxtındandır, şərti torpaqdır. Mehranilər sülaləsinin hakimiyyət tərəfindən idarə edilirdi, yanlışdır. Mehranilər 7-ci əsrdə gələcək. 2 və 3 doğru cavabdır. 128-də deyilir ki, Sasani dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Sasanilər 226-cı ildən 226-dan Ərdəkir Babəkan tərəfindən yaradılıb 651-ə qədər olan illərin aralığını əhatə eləyir. Deməli, Bizans imperiyasının yaranması, Bizans imperiyası 395-ci ildə yaranmışdı. Yəni 395 bu aralığa düşür, 1-i götürə bilərik. Xəzər xalqlarının süqutu 10-cu əsrdə götürə bilmərik. Xalqların böyük köçünün baş verməsi, bəli, bunu götürmək olar. Xilafətin Əməvilər sülaləsi tərəfindən idarə edilməsi, xilafətin idarəsi, xeyr, 661-dir o, onu götürə bilmərik. Axund dövlətinin yaranması, bəli, Axund dövlətinin yaranmasını biz 567-ci ildə süqut eləyib, 4-cü əsrdə isə yaranmışdı. Ona görə də götürə bilərik yaranmasını. Deməli, 1, 3, 5 doğru cavabdır. 129.
5-6-cı əsrlər Albaniya tarixi üçün xarakterik amilləri müəyyən edən Urnay tərəfindən idarə edilməsi, bu Urnayın idarəsi 4-cü əsrdir. Mehranilər sonrası 7-ci əsrdir. Xarak və Gecid vergilərinin toplanması 3-dən, bəli. Feodal münasibətlərin yaranmağa başlanması 3-cü əsrdir. Hakim zümrənin nümayəndələri vassal xidməti müqabilində dövlət tərəfindən şərti torpaq verilməsi doğrudur. 3 və 5 doğru cavabdır. 130. 5-6-cı əsrlər Albaniya tarixi üçün xarakterik amillər. Ölkə ərazisində yalnız atəşpərəstlik dini xeyir, xristianlıq da var idi. Feodalların torpaq üzərində irsi mülkiyyətinin mövcud olması, bəli. Asqırmağım səsə düşdüsə üzürlü sayın. Sonra 3. Şah 1-ci Xosrov islahatı ilə uşaq və qadınların bütün vergilərdən azad edilməsi. Xeyr, bunu götürmək olmaz. Kahinlərin can vergisindən azad olması, bəli. Xosrovun islahatından sonra ümumiyyətlə kahinlər can vergisindən azad idi. Sonra Mehranilər sülaləsinin nümayəndələri tərəfindən bu 7-ci əsrdir. 2 və 4 doğru cavab olacaq. 131. Məzdəklər hərəkatına aid olanları müəyyən edin. Mərkəzi hakimiyyətə qarşı baş vermişdi. 2-ci Vaçen hakimiyyət dövrünə Məzdəklər 481-də belə deyək, başlamışdı. Amma 2-ci Vaçe isə 462-ci ildə artıq hakimiyyətdən getmişdi. Yəni düşmür. 1-ci Qubadın dövründə geniş vüsət alması, xeyr, dəqiqə. 1-ci Qubadın dövründə geniş vüsət alması, bəli, doğrudur. Elə yatırılması da 1-ci Qubadın dövrünə düşür. Yəni 3 götürmək olar. İri feodalların mənafeyini əks etdirmirdi. 5-ci əsrin sonlarında yatırıldı, xeyr. 481-529-cu illər idi. 6-cı əsrdə yatırılması götürmək olmaz. 1-3 doğru cavablardır. 132. Qadisiyə döyüşünü Nahavənd döyüşündən fərqləndirən cəhətləri müəyyən edin. Ümumiyyətlə, Qadisiyə döyüşü 636-cı ildə baş vermişdi və Sasanilər bu döyüşdə məğlub olmuşdular. Ərəblər qalib gəlmişdi 636-da. Nahavənd döyüşü isə 642-ci ildə baş verib. Yenə Sasanilərlə ərəblər arasında yenə ərəblər qalib gəlmişdilər. Fərqli cəhətlərini istəyir. Qadisiyə döyüşünün Nahavənddən fərqlidir. Yəni Qadisiyaya aid olanları istəyir bizdən. 7-ci əsrin 30-cu illərində baş vermişdi, bəli. Nahavənd 40-cı illər. Ərəblərlə Sasanilər arasında oxşardı. Əməvi qoşunlarının qalib gəlməsi heç biri. Alban sərkərdəsi Cavanşirin iştirakı, bəli, sərkərdə Cavanşir Qadisiyədə iştirak etmişdi, amma Nahavənddə xeyr. 1-4 doğru cavab olacaq. 133. Cədvəldə verilən hadisələrdən hansıların yerinə dəyişsə xronoloji ardıcıllıq alınar. Məzdəklər hərəkatının başlanması 481. Albaniyada 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi. 3-cü Mömin Vaçaqan 487-ci ildə hakimiyyətə gəlir. Kiçik mərzbanlıqdan sonra. Albaniyada Mehranilər sonrasının hakimiyyətə gəlməsini soruşursa, bu 630-dur. Ərəblər tərəfindən Albaniya müstəqilliyinə son qoyulması, bu 705-dir. Albaniya hökmdarı Cavanşirin Xəzər xaqanlığı ilə müqavilə imzalanması 664-cü ildir. Ardıcıllığa da baxdıqda 4 və 5-in yerini dəyişdirsək, cavab uyğun gələcək. 4 və 5. 134-cü sual, ardıcıllıq. Atropatenanın Sasanilər dövlətinin tərkibinə daxil edilməsi, Atropatena deyirsə 227. Parfiya dövlətinin varlığına son qoyulması 226 Sasanilər, sonra Sasanilər yaranır. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi
Ayşəkilə Surəsinin hakimiyyətə gəlməsi gedəcək Albaniyada eramızdan əvvəl 4-cü əsrdə elə əvvəldən Ayşəkil yox. Ayşəkilər bizim eranın 1-ci əsrindən idarə ediblər. Bizim eranın 1-ci əsrindən. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi dəqiq tarix deməzdim. Yəni 350 götürmək olar təxmini. Yəni o illəri götürmək olar təxminən. Albaniyanın paytaxtının Bərdəyə köçürülməsi bu 444-cü ildir. Ardıcıllığa da baxdıqda 134-də 1 və 3-ün yeri dəyişildikdə hadisələr öz axarı ilə düzülür. 135-ci sualda Sasani şahı 1-ci Xosrov Ənuşirvanın hakimiyyəti illəri üçün xarakterikdir. Aha, deməli, Məzdəklər üsyanının yatırılması bu Qubadın zamanında idi. Avropa Hun dövləti ilə sülh müqaviləsi imzalanması, bəli, biz bunu Avropa Hun dəhəsində daha yaxından görə bilərik. Vergi yığan məmurların öz başçılığına son qoyulması, bəli, bilirik ki, islahatlar keçirmişdi. Azərbaycan ərazisini 4 iləcən xeyir, Azərbaycan ərazisini yox, Sasani dövlətinin ərazisini bölmüşdü. Azərbaycan Şimal Kustuğa daxil idi, yəni canişinliyə. Hərbiçilər və kahinlərin can vergisi olan cizyədən azad edilməsi, xeyr, bunu da biz görmürük. Deməli, 2 və 3 doğru cavabdır. 136. Cədvəldə verilən hadisələrdən hansıların yerində isək xronoloji ardıcıllıq deyir. Dizrəv döyüşü 371-ci ildə idi. Haylandur Hunlarının gəlməsi 462 idi. İkinci Vaçenin Sasanilərə qarşı üsyan qaldırması 457. Məzdəklər üsyanının başlanması 481. Üçüncü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi 487-ci illər. Buradan aydın görsənir ki, biz 2 və 3-ün yerini dəyişdirsək, ardıcıllığı düzgün alarıq. 137. Sasani dövlətinin yaranması xronoloji ardıcıllıq istəyir. 226. Məzdəklər hərəkatının başlanması 481. Dizrav döyüşündə itirdiyi torpaqların geri alınması 387-ci il hesab olunur. Ardıcıllıq da ki 1, 3 və 2. 138. Cavanşirin hakimiyyətə gəlməsi. Biz Cavanşirin hakimiyyətini 642-ci ildən görürük ta 681-ə qədər. Məzdəklər hərəkatının yatırılması 529. Albaniya Sasanilər tərəfindən ilk dəfə tabe edilməsi 262-ci ildə idi. Ardıcıllıq da ki 3, 2 və 1 xronoloji ardıcıllığı deyirsə, bəli, 3, 2, 1. Kiçikdən böyüyə. Yenə xronoloji ardıcıllıq. Dizrav döyüşü 371. Mehranə sülaləsinin hakimiyyətinə son qoyulması 705. Amid döyüşü 359. Atropatenanın Sasanilərin tərkibinə qatılması 226. Ardıcıllıq 4, 3, 1 və 2 olacaq. 140 xronoloji ardıcıllıq. Azərbaycanda feodal münasibətlərin yaranmağa başlanması 3-cü əsr. Dizrav döyüşü 371. Albaniyada Mehranə sülaləsinin hakimiyyətinin sona çatması 705. Məzdəkli hərəkatının yatırılması 529. Ardıcıllıq 1-dən başlayacaq. 2, 4 və 3 olacaq. 141. Yenə xronoloji ardıcıllıq. Urnayrın Albaniyanı idarə etməyə başlaması. Urnayrın idarəsi təxminən 350 götürmək olar. Amid döyüşü 359. Atropatenanın işğalı 227. Dizrav döyüşü 371. Ardıcıllığa baxsaq 3,
1, 3, 1, 2 və 4. 42. Maqneziya döyüşü eramızdan əvvəl 190. Qavqamela döyüşü eramızdan əvvəl 331. Dizrav döyüşü 371. Məzdəqli hərəkatının yatırılması 529. Eramızdan əvvəl böyükdən kiçiyə getdiyinə görə 2, 1, 4 və 3 ardıcıl olaraq gedəcək. 2, 1, 3, 4. 4, 3 niyə olsun ki? Eramızdan əvvəl deyil axı bunlar. 2, 1, 3 və 4 ardıcıl olaraq gedəcək. Sonra 143 xronoloji ardıcıllıq. Mehranə Sualesinin hakimiyyətə gəlməsi 630. Məzdəqli hərəkatının başlanması 481. Sonra Sasan dövlətinin yaranması 226, Ağqoyan kilsə məclisi 488, ardıcıllıq da ki 3, 2, 4, 1 olacaq, 4, 1, xronoloji ardıcıllıq, Ağqoyan kilsə məclisinin çağırılması 488, Urnayerin Albaniyanı idarə etməyə başlanması təxminən 350, ondan əvvəl idi, yəni mən təxmini götürürəm. İkinci Vaçenin Albaniyanın daxili siyasətini dəyişib atəşpərəstlikdən imtina etməsi, yəni bu mübarizənin başlanmasını götürmək olar, 457. Sasan dövlətinin süqutu 651-ci il. Ardıcıllıq 2, 3, 1, 4 olacaq. 2, 3, 1 və 4, 145. Xronoloji ardıcıllıq. Urnayer Amid döyüşündə Sasan dövləti tərəfindən iştirak etməsi, yəni Amid döyüşü 359. Gedman vilayətinin Roma qoşunları tərəfindən işğal etməsi, yəni Dizrav döyüşü 371. Sasan Şahı 1-ci Şapurun Albaniyanın asılı hala salınması 262-ci il idi. Ardıcıllıq da ki 3, 1 və 2 olacaq. 146. Xristianlığın Albaniyada dövlət dini elan edilməsi 313. Atropatenanın Sasaniya tərəfindən işğal edilməsi, Atropatenanın işğalını deyirsə 227. Albaniyanın Uti və Kolt vilayətlərinin Roma qoşunları tərəfindən tutulması, yəni Dizrav döyüşünü deyir 371. Ardıcıllıq da ki 2, 1 və 3 olacaq. 147. Ağqoyan kilsə məclisinin keçirilməsi 488. Amid döyüşü 359. Ktesifon döyüşü 637-ci il. Sonra Kadisiya döyüşü isə 636-cı il. Ardıcıllıq da ki 2, 1, 4 və 3 olacaq 147-də. 148. Xristianlığın Albaniyanın rəsmi dini elan edilməsi 313. Dizrav döyüşü 371. Albaniyanın Sasaniyanın tərkibinə keçməsi 262. Amid döyüşü də ki 359. Ardıcıllıq 3, 1, 3, 1, 4 və 2 olacaq. 49. Xronoloji ardıcıllıq. Mehranə Sualesinin hakimiyyətinə son qoyulması 705. Ağqoyan kilsə məclisinin çağırılması 488. Məzdəqli hərəkatının başlanması 481. Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi 226. Ardıcıllıq 4, 3, 2 və 1 olacaq. Sonra 4, 2, başa çatması deyir.
Başa çatması deyirsə 529 olacaq. Diqqətlə oxumaq lazımdır. Yəni hər kəsə aiddir. Bəzən belə yerlərdə çaşdırırlar. O zaman olacaq 4, 2, 3, 1. 150. Hakimiyyəti dövründə məzdəkli hərəkatı yatırılmışdır. 1-ci Qubaddır. 6-cı əsrin ortalarında inzibati islahatlar keçirilmişdir. 1-ci Xosrov Ənuşirvan. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etmişdir. 2-ci Vaçe. 1D, 2B, 3Y variantı. 151. 3-cü əsrin ikincisi Sasani şahı 1-ci Şapurun Roma ordusunu məğlubiyyətə uğratması. 1-ci Şapurun Roma ordusunu məğlubiyyətə, bəli, biz bunu 3-cü əsrin ikinci yarısı olaraq bəli, götürə bilərik. Təxminən 260-cı ildə idi. Yəni, A-nı bura götürmək olar. Albaniya dövlətinin Urnari tərəfindən idarə olunmağa başlanması. 4-cü əsrin ikinci yarısı, bəli. Xeyir götürmək olmaz. 4-cü əsrin birinci yarısı idi. Roma İmperiyası tərəfindən Albaniyanın Uti vilayətinin işğal edilməsi, bəli, bunu götürmək olar ikinci yarıya. Hökmdar Əsuagenin hakimiyyəti Albaniya dövlətinin mədəni həyatında ciddi dəyişikliklər etməsi, 5-ci əsrin birinci yarısı, bəli, götürmək olar. Albaniyanın ilk dəfə Sasaniya dövlətinin tərkibinə daxil edilməsi, bu da gedəcək 3-cü əsrin ikinci yarısı, yəni 262. 1-ə YA, 2-yə C, 3-ə də D variantı doğru gəlir. 152 Qoçaq Vaçaqan, 3-cü Mömin Vaçaqan. Ölkənin bütün vilayətlərini birləşdirib mərkəzləşdirilmiş dövlət yaratması Qoçaq Vaçaqana aiddir. Dini birliyə nail olmaq üçün Aqoin kilsə məclisinin çağırılması, bəli. Sasani şahı 1-ci Şapurla mübarizə Qoçaq Vaçaqana aid deyildi, 1-ci Vaçiyə aid idi. Sasani şahı 2-ci Şapurla müttəfiq olması bu uğruna ayırdı. Haylandır Hunlarındandır ki, 2-ci Vaçedir. 153. 4-cü əsrin ikinci 10 illiyi, yəni 310-dan 20-yə qədər Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması. 5-ci əsrin 50-ci illəri, yəni 450-lər və 6-cı əsrin ikinci 10 illiyi, yəni 550 ilə 60 arasında. Deməli, burada bizdən görək nə istəyir? Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması, bu 510-cu ildir, yəni heç birinə deməyək, ikinci 10 illiyi 510-cu ili götürmək olar, yəni 510-da getdi 3-cü Mömin Vaçaqan, yəni bunu bura götürmək olar. Sasanilərin hakimiyyətinə qarşı azadlıq mübarizəsinin baş verməsi, yəni 450-lərə düşür 5-ci əsrin 50-ci illəri, bəli, götürmək olar. Sasani Urnari tərəfindən idarə edilməyə başlanması, biz bunu, bəli, 1-ə götürə bilərik. Buradan yazaq. Xristianlığın rəsmi dövlət dini elan edilməsi 313, bəli, götürmək olar. 2-ci Vaçenin Haylandır Hunları ilə mübarizə aparması, bəli, bunu da bura gedə. 2-ci Vaçenin Haylandır Hunları ilə mübarizə aparması, bu 50-ci illərdir, bu 62-ci il idi, daha doğrusu 63. 62-də gəlirlər, mübarizə aparır, 63-də hakimiyyətdən gedir. 50-lərə aid deyil. Burada 1-ə D və C girər, 2-yə B, 3-ə də A variantı doğru gələr. Mövzumuz bu qədər uzun bir mövzu idi. Ümidvaram ki, bütün suallar sizə aydın və izahlı oldu. Yenə hər hansı bir qaranlıq qalan nüansınız və ya sualınız olsa,
mənə ünvanlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.